Salam əziz və dəyərli tələbələrimiz, hər vaxtınız xeyir olsun. Demək, sizlə bu gün Windows 11 əməliyyat sistemini öyrənəcəyik. Çox danışmadan keçəcəyik dərsimizin izahına. Ümumiyyətlə birinci gəlin görək əməliyyat sistemi nədir? Biz əməliyyat sistemi anlayışını xatırlayaq. Biz bilirdik ki, əməliyyat sistemləri sistem proqram təminatının baza proqram təminatı qoluna aiddir. Və müxtəlif əməliyyat sistemləri var idi ki, MS-DOS-dur, Mac-OS-dur, Windows-dur, Unix-dir, Linux-dur, iOS-dur, Android-dir və sair və ilaxır əməliyyat sistemlərimiz mövcud idi. Əməliyyat sistemi mücərrəd bir anlayışdır. Əməliyyat sistemi kompüterin ağlıdır. Nətər ki, bizim ağıl deyilən bir anlayışımız var ki, biz onu görmürük, amma o bizi idarə eləyir. Kompüterin də idarə edən əməliyyat sistemidir. Kompüterin ağlı əməliyyat sistemidir. Yəni ki, əməliyyat sistemi olmasaydı, bu quru-quruğu, yəni eləcənə kompüter bizə lazım deyildi. Bu gün yəni ki, burada müəyyən proqramlar durubdursa, burada məsəl üçün Excel proqramı dayanıbdır. Bu Excel proqramı burada dayanıbdırsa da bu əməliyyat sisteminin sayəsindədir. Əməliyyat sistemi kompüterin hər şeyidir. Əməliyyat sistemləri fayl və qovluqları idarə edəndir, tətbiqi proqramları, tətbiqləri öz üzərində saxlayandır. Yəni bu Excel proqramı, nə bilim bu Word proqramı boş-boşuna burada durmayıbdır. Əgər bu gün biz telefonumuzda WhatsApp-dan, Instagram-dan, TikTok-dan istifadə ediriksə, bu əməliyyat sisteminin sayəsindədir. Yəni onlar bir dənə əməliyyat sistemlərinin üstündə dayanıbdır. Yəni ki, bu əməliyyat sistemidir. Bu gördüyümüz əməliyyat sistemidir. Biraz da izah verdik ki, əməliyyat sistemi kompüterin ağlıdır. Kompüterin işini idarə edən əməliyyat sistemidir. Əməliyyat sistemi də öz üzərində bu cür tətbiqi proqramları, faylları, qovluqları saxlayır və onları idarə edir. Demək, biz də magistr imtahanında Windows 11 əməliyyat sistemi düşəcəkdir. Biz də Windows 11 əməliyyat sistemi haqqında danışacağıq. Demək, Windows 11 əməliyyat sisteminin əsas obyektləri fayl, qovluq və qısa yoldur. Siz fayl və qovluq anlayışından azdan çoxdan bilirsiniz. Dedik, əsas obyektləri fayl, qovluq, qısa yoldur. Fayl diskin adlandırılmış hissəsi idi, ümumi ad altında saxlanılan bir verilənlər yığımı idi və ya informasiyanın xarici yaddaşda saxlanma forması idi. Fayl genişlənməyə malik idi. Biz demişdik ki, Windows əməliyyat sistemində faylın adında maksimum 255, genişlənməsində isə 4-5 dənə simvol ola bilər. Qovluq nəyə görə idi? Məsəl üçün, buradan bir fayl görsədək, məsəl üçün, Word proqramında yaratdığımız hər hansı bir fayl. Demək, qovluqlar da bu faylları saxlamaq üçün istifadə olunurdu. Bizim bildiyimiz bu qovluq faylların saxlanması üçün istifadə olunurdu. Windows əməliyyat sistemində qovluqlar iki hissəyə bölünür. Bir var istifadəçi qovluqları, bir də var xidməti qovluqlar. İstifadəçi qovluqları bizim bildiyimiz, yəni bu qovluqlardır, bu sarı rənglə göstərən qovluqlar. Amma xidməti qovluqlar bir neçə dənə yerə bölünür. Məsəl üçün, sistem qovluqları, arxiv qovluqları, şəbəkə qovluqları və s. və ilə axır. İndi biz birazdan o qovluqlardan danışacağıq. Qısa yol anlayışına gəldikdə isə qısa yoldan da dərsimizin içində danışdıqca danışacağam. Demək ki, Windows əməliyyat sisteminin əsas obyektləri fayl, qovluq, qısa yoldur. Demək, hörmətli tələbələrimiz, biz qovluqdan danışanda dedik ki, qovluqlar iki yerə bölünür. İstifadəçi qovluqları, xidməti qovluqlar. İstifadəçi qovluqları sarı rənglə göstərilir. Xidməti qovluqlar deyəndə dedik ki, bölünür sistem qovluqları, arxiv qovluqları, şəbəkə qovluqları və s. Windows əməliyyat sisteminin, Windows 11 əməliyyat sisteminin 5 dənə vacib sistem qovluğu var. 5 dənə vacib sistem qovluğu var. Hətta 6 dənə deyək, 5-ini biz ekranda görə bilirik. O 6-cı nədir, onu da deyəcəm. Onu deməmişdən qabaq bir dənə də bir məsələni deyim ki, bu gördüyümüz iş masasıdır. Yəni biz dedik ki, əməliyyat sistemi üstündə tətbiqləri saxlayır. Bu gördüyümüz iş masası adlanır. Desktop iş masası. Bu. Yəni işçi sahə. Bu ən aşağı hissə var, belə ağzolaq gedir ha ki. Ən aşağı hissə adlanır taskbar, tapşırıqlar paneli və yaxud da buna məsələlər paneli də deyirlər. Taskbar, tapşırıqlar paneli və yaxud da məsələlər paneli. Bir də bunun üzərində var start menu. Buna deyirlər start menu, Windows əməliyyat sisteminin baş menyusu. Windows 11 əməliyyat sisteminin demək olar ki, ən vacib komponentləri bu 3 dənəsidir. Obyektləri yox, obyektləri o 3 dənə idi. Fayl, qovluq, qısa yolu, başqa. Komponentləri. Demək, iş masası, desktop, taskbar, buna deyirlər məsələlər paneli və yaxud da tapşırıqlar paneli. Start menu, Windows əməliyyat sisteminin baş menyusu, start menu. Biz bunlardan da ayrıca olaraq danışacağıq. Bu start menudan, taskbardan, ana ekrandan və s. və ilə axır.
Biz dedik ki 5 dənə vacib sistem qovluğumuz var. Biz özümüzə indi uyğun bunu bura düzəcəm. Belə cərgəsindən düzməsəm də recycle bindir. User faylıdır. İndi bunun özünün adımız dəyişdirib. Məsələn, Acer qoymuşuq. İstəsən adını Hüseyn Namazov və yaxud da Masterol tədris mərkəzi qoya bilərsən. This PC-dir, network'dür, kontrol paneldir ki, bunlar ekranımızda gördüyümüz 5 dənə vacib sistem qovluğudur. Bundan əlavə bir dənə də bizim görmədiyimiz, ekranda görmədiyimiz sistem qovluğumuz var. O da library-sidir. Onu da sizə göstərəcəm. Demək ki, recycle bindir, yəni zibil qabı, user faylıdır, this PC-dir, network'dür, kontrol paneldir, bir də libraries qovluğudur ki, bunlar vacib sistem qovluqlarımızdır ki, librariesdə dedim görmürük, onu göstərəcəyik. Demək, mən burada birinci zibil qabı haqqında danışmaq istəyirəm. Bəzi danışdıqlarım şeyi yaza-yaza danışacağam. Demək, uşaqlar, zibil qabı haqqında nə danışırıq? Demək, əməliyyat sistemini yükləyəndə ən birinci ikonu görsənən zibil qabıdır. İkon nədir? İkon, yəni bu zibil qabının şəklidir, bu ikon. Bizim bildiyimiz, məsəl üçün, nətər ki, WhatsApp-ın altına WhatsApp yazılmasa da mən onun şəklindən bilərəm ki, o WhatsApp-dır. Excel-in altına, məsəl üçün, Excel yazılmasa da mən bunun şəklindən bilərəm ki, Excel-dir. Və ya PowerPoint-un altına PowerPoint yazılmasa da mən bundan bilərəm ki, bu PowerPoint-dir. Və ya bura WhatsApp yazılmasa mən biləcəyəm ki, bu WhatsApp-dır. Məsəl üçün aşağıya baxın, görürsüz, bura WhatsApp yazılmayıbsa, amma mən bilirəm ki, bu WhatsApp-dır. Buna deyirlər ikon, piktogram, yəni şəkil. Demək dedik ki, zibil qabı, yəni bu recycle bin ən birinci ikonu görsənəndir. Buradan bir dənə Word açaq, bunlar haqqında elə qısa-qısa yazmağa başlayaq. Buraya yazırıq ki, yazırıq ki, recycle bin. Recycle bin. Beləcən yazdıq. Demək, zibil qabı haqqında nə dedik? Biz ilk olaraq cümləmizi işlətdik ki, ən birinci ikonu görsənən, şəkili görsənən, shiftimizi də dəyişək bir dənə, klaviaturanın dəyişmə yollarını falan hamısını öyrənəcəyik. Yazırıq, ən birinci ikonu görsənəndir. Belə yazaq. Onsa zaten başa yazmışam da, görsənəndir. Ən birinci ikonu görsənəndir. Zibil qabı haqqında danışırıq. İkonda biz bildik nədir. Ondan sonra demək, zibil qabı bilirsiniz ki, bizim sildiyimiz nələrinsə saxlandığı yerdir. Biri var nəyisə zibil qabına düşərək silmək. Biri var nəyisə zibil qabına düşmədən silmək. Əgər sən bir faylı Ctrl-D düyməsini basarsansa da onu zibil qabına düşərək silərsən. Əgər yox, Shift Delete düyməsini basarsansa da onu zibil qabına düşmədən silərsən. Məsəl üçün tutalım ki, biz buradan nəsə bir fayl götürək elə bu faylımızı. Bu 20-si 10-cu ay 2024 oktyabr. Gələk buradan da klaviaturamızı aktivləşdirək. Əgər dedik ki, Ctrl-D düyməsini basarıqsa da zibil qabına düşərək silərik. Shift Delete düyməsini basarıqsa da zibil qabına düşmədən silərik. Gəlirəm buradan Ctrl-la D düyməsini vururam. Vəssalam. Görürəm ki, buradan faylımıza silindi. Gəlin gedək görək hardadır. Zibil qabının içərisini açıram beləcənə. Görürəm ki, 20-si 10-cu ay 2024 oktyabr o faylımız buradadır. Təzədən bunun üzərinə vurub onu geri qaytarmaq olar və yaxud da Ctrl-Z əmri vasitəsindən ən sonuncu əməliyyatımızı ləğv eləmək olar. Burada var, seçilmişi geri qaytar və yaxud da hamısını geri qaytar. Mən də elə onsuz da zaten zibil qabında olan bir dənə budur. Vururam bunu, vəssalam, qayıdır geri. Gəlirəm görürəm ki, ekranımızda düz bu hissədədir. Demək, Ctrl-D düyməsini basaraq zibil qabına düşərək sildik. Buraya yazıram indi. Yazıram ki, Ctrl, üstə gələk, D, treç işarət çəkib yazıram ki, zibil qabına düşərək silir. Mən yazdıqca siz oraya yaza bilərsiniz. Ctrl-D zibil qabına düşərək silir. Bir də dedik ki, Shift plus Delete. Birbaşa yazaq. Shift üstə gələnsin, Delete düyməsi isə zibil qabına düşmədən siləcəkdir. Zibil qabına düşmədən silir. Gəlirəm indi buradan bu faylımızı götürüb, gəlin bu faylımız olmasın. Nəsə buradan bir dənə fayl açaq. Həmin faylımızı zibil qabına düşmədən silək ki, o faylımız bizə birdən lazım olar. Burada nə bilim, nəsə belə bir faylımız var. Bunun bir dənə iş masasında göndərək qısa yolunu. Bir dəqiqə, aha, getdik. Gəldik, gördük ki, burada belə faylımız var. Bu magistr yazılan. Gəlirəm klaviaturamızı açıram, beləcənə. Bunu seçirəm. Shift düyməsindən Delete düyməsini vururam. İndi biz öyrənəcəyik.
bizə belə bir dialoq pəncərəsi çıxır ki, belə bir dialoq Windows əməliyyat sistemində pəncərə növlərində öyrənəcəyik. Windowsda 4 dənə pəncərə növü var. Bunlardan biri dialoq pəncərəsidir. Səndən elə bir soruşur. İstəyirsən bunu silmək, deyir birbaşa siləcəyik. İstəyirsən silmək. Mən deyirəm ki, bəli, məsəl üçün istəyirəm silmək. Vəssalam. O zibil qabına düşmədən sildi. Görürəm ki, zibil qabının içində var, görürəm ki, yox. Demək, Ctrl D düyməsi zibil qabına düşərək silir, Shift Delete düyməsi zibil qabına düşmədən silir. Bunu da öyrənmiş olduq ki, Shift Delete düyməsi zibil qabına düşmədən birbaşa sildi getdi. Demək, biz dedik ki, zibil qabı ən birinci ikonu görsənəndir. Ctrl D zibil qabına düşərək silir, Shift Delete düyməsi zibil qabına düşmədən silir. Biz indi biraz haşiyə çıxaraq kontekst menyu anlayışından tanış olacağıq. Kontekst menyu. Demək, kontekst menyu anlayışı nədir? Kontekst menyu biraz indi buradan haşiyə çıxırıq. Buraya yazıram ki, kontekst menyu anlayışı. Can görək nədir? Demək, kontekst menyu obyektin əmrlərinə çevişliklə daxil olmaq üçündür. Obyektin əmrlərinə çevişliklə daxil olmaq, biraz səhv yazdım, daxil olmaq üçündür. Kontekst menyu. Yəni nə deməkdir? Demək, mouse'un sağ düyməsindən açılan menyuya kontekst menyu deyirlər. Biz indiyə qədər mouse'un sol düyməsini keçmişik axı. Sol düymə ilə 2 dəfə çıqqıldat daxil ol falan filan. Mouse'un sağ düyməsindən açılan menyuya kontekst menyu deyirlər. Yəni sən bu faylın məsəl üçün adını dəyişdirmək istəyirsənsə, sən bu faylı silmək istəyirsənsə də, sən bu faylı kopyalamaq istəyirsənsə də, sən bu faylı açmaq istəyirsənsə də, xüsusiyyətlərinə baxmaq istəyirsənsə də, göndərmək istəyirsənsə də, və çapa vermək istəyirsənsə, və editləmək istəyirsənsə də və s. və ilə axır, bunların hamısı bir dənə mouse'un sağ düyməsində cəmlənib. Obyektin əmrlərinə çevrilişə daxil olmaq üçündür. Yəni bu fayl bir obyektdir. Mən də bunun əmrlərinə bir dənə sağ düyməni vuracağam. Vəsə. Daha çox seçimlər bölməsini vururam. Bu dediyimiz əmrlərin hamısı bir dənə sağ düymədədir. Ona görə deyirik ki, kontekst menyu obyektin əmrlərinə çevrilişə daxil olmaq üçündür. O kontekst menyudan danışacağıq. Demək, kontekst menyunu açmağın 3 dənə yolu var. Yazıram, açmağın 3 yolu var. Hansı ki, 2025-ci ilin bu qəbul sualı olubdur ki, kontekst menyu açmanın yolları hansılardır? Demək, birinci dedik ki, mouse'un sağ düyməsi. Biz indiyə qədər sol düyməsini öyrənmişik, amma bildik ki, mouse'un sağ düyməsi kontekst menyu açmaq üçündür. Ondan sonra klaviaturadan Shift üstə gəlinsin, F10 düyməsi vasitəsindən kontekst menyu açarıq. Mouse'un sağ düyməsi, Shift plus F10 düyməsi, daha sonra bir də klaviaturadakı kontekst menyu düyməsi. Yazıram klaviaturada kontekst menyu düyməsi. Göstərəcəm. Kontekst menyu düyməsi. Belə yazdım. Kontekst menyu düyməsi. Biz dedik ki, mouse'un sağ düyməsi, kontekst biraz haşiyə çıxmış. Hələ zibil qabının dayığı ondan danışacağıq. Kontekst menyu obyektin əmrlərinə çevrilişə daxil olmaq üçündür. Açmağın 3 dənə yolu var. Mouse'un sağ düyməsi açdıq. Shift plus F10 düyməsi. Gəlirəm məsəl üçün burada bu faylımızı üzərində sağ düyməni vurdum. Bu kontekst menyumuz açıldı. Və yaxud da qovluğun üzərində vururam, kontekst menyumuz açılır. Gəlirəm bunun üzərində dururam. İndi siz görmürsünüz. Mən klaviaturadan sensor klaviaturamızda funksional klavişlər yoxdur. O F1, F10, yəni onlar yoxdur. Amma mən buradan vuracağam. Gəlirəm bunun üzərində dururam. Shift ilə F10 düyməsini vururam, faylın kontekst menüsü açılır. Gəlirəm burada məsəl üçün qovluğun üzərində Shift ilə F10 düyməsini vururam, qovluğun kontekst menüsü açılır. Ekranın üzərində dururam, Shift ilə F10 düyməsini vururam, ekranın kontekst menüsü açılır. Və yaxud da deyək, aşağısı taskbar adlanır. Shift F10 düyməsini vururam, dururam taskbarın üzərində, Shift ilə F10 düyməsini vururuq. Tamam, yaxşı, taskbarın kontekst menüsü açılır. Və yaxud da ki, nəyin üzərində durub Shift F10 düyməsini vursaq və yaxud da mouse'un sağ düyməsini vursaq, belə dedik ki, klaviaturadan kontekst menyu düyməsi var. Göstəririk, gəlirəm aşağı hissədən, buradan beləcənə. Görürəm ki, bax bu düyməni görürsünüz, burada bu düymə. Bax bu kontekst menyu düyməsidir. Kontekst menyu düyməsi. Gəlirəm məsəl üçün hər hansı bu faylımız üzərində durub bu düymənin üzərinə vuran kimi faylın kontekst menüsü açılır. Və yaxud da qovluğun üzərində durub kontekst menyu düyməsini vuran kimi qovluğun kontekst menüsü açılır. Və yaxud da taskbarın üzərində durub bunu vuran kimi taskbarın kontekst menüsü niyə açılmadı? Tam ola bilər ki, mən əməliyyat sistemini yeni yükləmişəm, onunla bağlıdır, amma hər halda yəni ki, taskbarın kontekst menüsü açılır və yaxud da ekranda durub, beləcə ekranda durub buradan həmin düyməni vursam, ekranın kontekst menüsünü
durub vursaq ekran kontekst menüsü açılır. Gördünüz bu hissədən açıldı. İndi demək kontekst menüsünü açmanın 3 dənə yolu var. Biz açacağıq zibil qabının kontekst menüsünü. Qayıdırıq buradan təzədən biz zibil qabımızdan yenə davam edəcəyik danışmağa. Biz buradan sadəcə biraz haşiyə çıxmışdıq. Bunu da beləcə seçək. Yəni rəngini qaraldaq ki, yəni biz bunu əlavə olaraq yazmışıq. Hələ ki amma zibil qabından danışırıq. Açırıq zibil qabının kontekst menüsünü gedib. Yəni üzərində sağ düyməni vururuq, zibil qabının kontekst menüsü açılır. Burada Show More Options bölməsindən daha çox seçimlər bölməsinə daxil oluruq ki, zibil qabının kontekst menüsünü qəşəngcə görə bilək. Demək, zibil qabının kontekst menüsündə burada Open əmrimiz var. Open məlum məsələdə bilirik ki, açmaqdır. Yəni bunun üzərinə heç nə vururuq, zibil qabımızı bu formada açılır. Və yaxud da üstünə 2 dəfə tıqqıldadaraq aça bilərik hər hansısa bir obyekti və yaxud da seçib Enter düyməsini vursaq, neyiniyək zibil qabını açar, daxil olaraq zibil qabının içərisinə. Təzədən bir də bunun üzərinə sağ düyməni vururuq, yəni daha çox seçimlər bölməsinə daxil oluruq buradan. Bu hissədən Pin to Quick Access var ki, bu pinləməkdir. Bu pinləmək əmrindən tanış olacağıq. Explorer pəncərəsindən danışanda pinləmək biz bilirik də sabitləmək, pinləmək, yəni o deməkdir. Ki bu Quick Access sürətli müraciətlər panelinə bunu pinləmək. Ondan sonra burada var MP3 Cycle bin əmri. Yəni deyirəm, bu Quick Access bölməsindən danışacağıq. MP3 Cycle bin əmri nə üçündür? Demək, günlərin bir gündə sənə bir sual verə bilərlər ki, buranı kəsərlər hər hansısa bir hissəni. Məsələn, buranı beləcə ağ rəngdə bir dəqiqə göstərməyə çalışaq. Buranı kəsərlər, deyərlər ki, niyə görə MP3 Cycle bin əmri boz rəngdədir? Deyərəm ki, niyə görə? Çünki zibil qabının içərisində heç nə yoxdur. Ümumiyyətlə, MP3 Cycle bin əmri nə üçündür? Zibil qabını tamamilə boşaltmaq üçündür. MP3 bilirik ki, boşaltmaq, Recycle bindəki heç nə zibil qabı. Zibil qabını zibillərdən boşaltmaq üçündür. MP3 Cycle bin əmri nə iş görür? Zibil qabını tamamilə təmizləyir. Daha onu yazmıram ora. Niyə görə boz rəngdədir? Çünki zibil qabında heç nə yoxdur. Biz nəyisə silib zibil qabına salarıqsa da, MP3 Cycle bin əmri görərək ki, aktivdir. Məsəl üçün, gedirik, daxil oluruq bura, bayaq dediyimiz yerə. Buradan nəsə bir faylımızı silirik. Belə lazımsız fayllardan biri. Elə bunlardan birini silək geçsin. Bunun üzərinə vururam. Sildik. Gedirəm, indi zibil qabının kontekst menüsünü açıram. Görürəm ki, MP3 Cycle bin əmrinin rəngi ruhu özünə gəlibdir. Niyə? Çünki zibil qabında nəsə var axı. Bax, zibil qabına nəsə silib salmışıq, görürsünüzmü? Gəlirəm təzədən bunun üzərinə vururam, yenə daha çox seçimlər bölməsindən. Bunun üzərinə vururam, istəyirsən zibil qabını tamamilə boşaltmaq. Deyirəm ki, məsəl üçün, bəli. Vəssalam. Demək, MP3 Cycle bin əmri zibil qabını tamamilə boşaltmaq üçün istifadə olunur. Sonra burada var Pin to Start əmri. Dedik ki, pinləmə ümumiyyətlə sabitləmək, yəni pinləmək deməkdir. Bu da start menüyə bərkitmək üçün zibil qabını. Məsəl üçün, ekranımıza tutalım ki, çoxlu obyektlər var, sən zibil qabını tapa bilmirsən. Start menü buraydı, axı, bayaq dedik, Windows əmələ sisteminin baş menüsü, start menüsü. Mən gəlirəm zibil qabında Pin to Start əmrinin üzərinə vururam, gəlirəm start menüyə daxil oluram. Zibil qabını bu hissəyə gördüm ki, neynədir? Bax, pinləndi. Bir neçə saniyə ərzində sonra bunu gördük ki, zibil qabı bura pinləndi. Daha bir də məsəl üçün 70 saat ehtiyac yoxdur da başqa nələri saxtarmağa. Gəlib start menüyə tez daxil olub, buradan zibil qabını pinlənmiş formada görə bilərəm və ya buradan bunu unpin eləyə bilərəm. Demək dedik ki, bu pinləmək, yəni ki, sabitləmək deməkdir. Sonra var burada Create Shortcut əmri. Yenə Shortcut əmrindən də danışacağıq və ya deyək, 3 dənə əsas obyekti var. Fayl, qovluq, qısa yol. Shortcut sadəcə bunun, yəni qısa yolunu yaratmaq deməkdir. Yəni shortcut faylımızın özü deyil, yəni əsli deyil. Sanki onu keçiddir. Ondan danışacağıq, shortcut yaratmağın yolları falan filan. Elə burada da lap da deyə bilərik ki, demək shortcut dedik ki, faylımızın obyektin ümumiyyətlə özü deyil. Yəni create shortcut əmrini vuraramsa da, burada zibil qabını gördünüz, beləcə shortcut yarandı. Bu shortcutsız faylla shortcutlı faylın görünüş cəhətdən bir dənə fərqi var ki, üzərindəki ox işarəsindən fərqlənir. Bu ox işarəsini görürsünüz burada belə yuxarı gedən ox işarəsi. Biraz daha da çox yaxınlaşdıraq. Belə görürəm ki, burada kompüterimiz biraz dondu. Bir dəqiqə. Buradan yəqin ki, görürsünüz bunu. Bu shortcutlı faylımızı görürsünüz. Bunun üzərində amma görürsünüz, belə ox işarəsi yoxdur. Kaydımız davam eləyir.
Demək, shortcut dedik ki, 1 kilobayt yaddaşa malikdir. Mən gəlib burada da görürsüz, faylın shortcutıdır, özü deyil və yaxud da Word-ün shortcutıdır, özü deyil. Shortcut 1 kilobayt yaddaşa malikdir. Biz shortcutlı faylının, shortcutsız faylın digər bir fərqi var ki, mən qısa yol tətbiq etdiyim faylın üzərinə gələndə birbaşa onun location-una baxa bilərəm. Görürsüz, bu deyir harda yerləşir. Yəni hansı diskdə yerləşir, hansı qovluqda yerləşir. Amma məsəl üçün adi faylda buna baxmaq olmur. Daha birbaşa rahat-rahat mən bilərəm ki, o harda yerləşir, gedib elə birbaşa ora daxil olaram. Yəni shortcut məsələsi bilirsiniz necə məsələdir? Yəni belə heç çox da dərin nəsə düşünməyə ehtiyac yoxdur. Sadəcə bilin ki, shortcut 1 kilobayt yaddaşa malik olur. Yəni buna yarlıq da deyirlər. Obyektin özü deyil. Yəni bu onlara keçmək üçün istifadə olunan bir dənə ox işarəsidir. Keçiddir sanki. Belə görürsüz də, o oxu da gördünüz. Bu shortcut idi. Yəni ki, biz qısa yolun shortcutunu yarada bilərik və yaxud da ki, bunu buradan ləğv eləyə bilərik, keçsin, qoyuruq məsəl üçün tam ki bu hissəyə. Demək, ondan sonra yenə də o faylların kontekst menüsündə shortcut əmrinə rast gələcəyik. Amma qəti formada unutmaq olmaz ki, biraz cümləmizi çoxaldırıq. Shortcutun ölçüsü 1 kilobaytdır. Bu obyektin əsli deyil. Yəni onlara keçmək üçün istifadə olunur. Qovluğun da, faylın da, yəni hər hansı bir obyektin qısa yolunu yarada bilərik. Qısa yol yaratmağın bir neçə dənə yolları var ki, onda sizə möhtəşəm bir dənə Windows 11 PDF hazırlamışıq. Orada yazmışam və yaxud da fayldan danışanda qısa yol yaratmağın yollarından danışacağıq. Nədir? Biri kontekst menüsündən create shortcut əmri vasitəsindən idi. Sonra burada rename əmri var ki, bu zibil qabının adını dəyişdirmək üçündür. Və yaxud da hər hansı bir obyektin üzərində sağ düyməni vursan, rename əmri asılar ki, onun adını dəyişdirə bilərsən. Məsəl üçün zibil qabının nəsə adını dəyişdirib nəsə qoyarsan. Məsəl üçün yazıram tam ki, mən də belə yazıram Azərbaycan dilində. Zibil qabı. Elə qabı olsun. Məsəl üçün belə. Burada enter düyməsini bu recycle bir ingilis dilində idi. Azərbaycanda bunun adını dəyişdik, qoyduq zibil qabı. Ümumiyyətlə ad dəyişməyin bir neçə dənə yolları var. Ad dəyişməyin bir neçə dənə yolları var ki, onlardan biraz indi haşiyə çıxıb yazmaq istəyirəm ki, buraya yazıram ki, ad dəyişməyin yolları. Çünki başqa yerdə bunu yaza bilməyəcəm. Yazıram ad dəyişməyin yolları hansılardır. Amma hələ ki zibil qabdan danışırıq. Demək dedik ki, birinci kontekst menüsündən rename əmri kontekst menüdən rename əmri. Bunu passivləşdirək. Kontekst menüsündən rename əmri. Sonra 2. Klaviaturada F2 düyməsindən, klaviaturadan F2 düyməsindən adını dəyişə bilərik. F2 düyməsi biz hardware dərsində keçmişdik. F2 düyməsi faylın adını dəyişir. F1 kömək pəncərəsini açır, F3 axtarış, F4 altına birləşir pəncərəni bağlayır, F5-dəki yeniləyir. F2 düyməsindən adını dəyişə bilərik. Ondan sonra bax mouse'un sol düyməsini, əgər bir dənə faylın üzərində sən arda-arda formada, yəni dayanmadan klik eləsən bu faylı nə etmiş olarsan? Açmış olarsan. Görürsüz biz belə bir faylımızı açdıq. Amma sən mouse'un sol düyməsini bir dənə faylın üzərində fasiləli olaraq 2 dəfə klik eləsən, həmin obyektin adını dəyişə bilərsən. Məsəl üçün gəlirəm bunun üzərində fasiləli olaraq 2 dəfə klik edirəm. İndi biraz bunu tutmaq məsələsi var. Adın üzərində fasiləli olaraq 2 dəfə klik elədik, gördünüz. Mən bayaq biraz tez basmışdım, ona görə obyektə daxil olmuşdu. Fasiləli olaraq 2 dəfə klik elədik, orada göyrəkdə gəldi. Backspace düyməsini vururam. Məsəl üçün bu qovluğumuzun adını tutalım ki, qoyuram ki, informatika qovluğu qoymaq istəyirəm. Və yaxud da ki, eynisi ilə bunu aşağıdakı fayla da eləmək olar. Fasiləli olaraq 2 dəfə klik elədik, gördünüz. Mən bu faylımızın adını dəyişərəm. Bu qədər uzun olmasın, adını qoyaram eləcənə. Sınaq, məsəl üçün 2024 qoyarıq bunun adını beləcənə. Gəlirəm burada. Yazıram ki, sol düyməni 3-cü. Nəyin sol düyməsi? Mouse'un sol düyməsi. Mouse'un sol düyməsini fasiləli sözü unutmaq olmaz. Fasiləli olaraq klik etməklə adını dəyişə bilərik. Hələ ki bu ad dəyişməyində bir iki dənə yolunu yazdıq. Kontekst menüsündən rename əmri, klaviaturadan F2 düyməsindən, mouse'un sol düyməsini klik etməklə, hətta qovluğun kontekst menüsündən. Bunun properties bölməsinə daxil olaram. Demək, buradan da bunun properties bölməsindən də bu qovluğumuzun adını dəyişə bilərəm. Məsəl üçün, bu qovluğumuzun adını dəyişib, qoyacam ki, informatika 2025. Ok düyməsini vuracam buradan, vəssalam olacaq informatika 2025. Yazırıq ki, buradan
Dördüncü yazıram. Qovluğun properties bölməsindən, elə qovluğun heç nə. Qovluğun properties bölməsindən, yəni bunun buradan adını dəyişə bilərik. Bu belə. Biz də zibil qabımızın adını hardan dəyişdik? Dedik sağ düyməni vurduq. Burada rename əmrini vurmaqla onun adını dəyişə bilərik. Və ya F2 düyməsini vurmaqla onun adını dəyişə bilərik. Və yaxud da ki, fasiləli klik etməklə adını dəyişə bilərik. Ya da properties bölməsindən biz onun adını dəyişə bilərik. Əgər məsəl üçün daha çoxu nəsə olarsa da, yadımıza düşərsə də onu da zamanla yazdırarıq və yaxud da bəlkə də PDF-imizə yazmışıq. İndi bunun təzədən sağ düyməni vururam, kontekst menüsünü açıram, bunun properties bölməsinə gəlirəm. Zibil qabının properties bölməsində 3 dənə vacib əmrimiz var ki, sizə onlardan danışmaq istəyirəm. Bu 3 dənə vacib əmrimizdən. Açırıq bu zibil qabının xüsusiyyətlər bölməsini. Demək, burada 3 dənə əmrimiz var. Biraz ingilis dilindən tərcüməniz də yaxşı olsa, yəni biraz çıxıqlı tərcümə eləyə bilsəz də kifayət eləyəcəkdir. Yəni tərcümə ilə rahat-rahat tapmaq olur. Demək, zibil qabının properties bölməsindən nələr etmək olar? Gəlirəm təzədən bura yazıram ki, siz də mən yazılsa yazırsınız. Yazıram ki, zibil qabının properties bölməsindən etmək olar. Etmək olar. Nələr etmək olar? 3 dənə əməliyyat yerinə yetirmək olar. Onlardan danışacağıq. Yazırıq birinci. Demək, birinci properties bölməsində burada maksimum size var. Zibil qabının ölçüsünü təyin etmək olar. Zibil qabının maksimum ölçüsünü təyin etmək olar. Gəlirəm buradan yazıram ki, elə birbaşa yazıram ki, maksimum ölçüsünü təyin etmək olar. Maksimum ölçüsünü təyin etmək olar. Zaten biz zibil qabıdan danışırıq da onsuz da. Maksimum ölçüsünü təyin etmək olar. Yəni ki, buradan sən zibil qabının ölçüsü məsəl üçün qoyacağam 3078. Oq düyməsini buradan vuracağam. Gələcəm zibil qabının təzədən buradan properties bölməsinə daxil oluram ki, 3074 deyil, 3078-dir. Bir də ki, birdən yəni sən zibil qabının ölçüsünü elə qoyarsan ki, tam diskinin ölçüsünü aşıbsan. Diskin ölçüsünü aşmamaq şərti ilə, yəni maksimum ölçüsünü təyin etmək olar. Əgər sənin diskin ölçüsünü aşmaq şərti ilə bura bir, məsəl üçün, ürəyin istədiyi ədəd yazsan, onda nəyisə silsən, zibil qabına düşmədən siləcəkdir. Birbaşa siləcək ki, vəssalam, kompüterdən onu tapa bilməyəcəksən. Və bir məsələ də var ki, zibil qabıda sildiklərimiz onsuz telefondakı kimi 30 gün qalmır. Yəni daimi olaraq burada saxlanılır. Sən elə bir ölçü təyin etməlisən ki, diskin ölçüsünü aşmamaq şərti ilə maksimum ölçüsünü təyin edə bilərsən. Sonra burada belə bir əmrimiz var. Daha bundan başqa danışmağa ehtiyac yoxdur. 3 dənə yəni əməliyyat yerinə yetirə bilərik. Maksimum qısa danışmağa çalışıram ki, sıxıcı olmasın. Don't move files to recycle bin. Biz bilirik ki, move hərəkətdir, fayl heç nə fayıldır. Don't da ki, yəni ki, yox deməkdir. Zibil qabına hərəkət eləmədən sil. Zibil qabına düşmədən silə bilərik. Nəyisə. Gəlirəm, mən bayaq burada hər hansı bir faylımızı siləndə Shift Delete düyməsini basanda gördünüz bizə sual verir ki, məsələn mən Shift Delete düyməsini basıram buradan. Gəlirəm bunu seçirəm, Shift Delete düyməsini basıram, bizə sual verir ki, sən bunu silmək istəyirsən. İndi bu zibil qabının kontekst menüsünün properties bölməsindəki bu əmri aktivləşdirsəm, görürsüz zibil qabının burada maksimum ölçüsü boz rəngdə oldu. Niyə? Çünki artıq zibil qabının tutum məsələsi öz əhəmiyyətini itirir. Biz nəyisə zibil qabına düşmədən siləriksə də nə mənası var ki, onun ölçüsünün neçə olmağının? Yəni ki, bu vəziyyətdə sən tələbəmizə belə bir sual versələr, hiss eləmək olur, bax, bunun üstünə vururuq, rəngi aktivləşir, bunun üstünə vururam, rəngi passivləşir. Niyə görə burada maksimum ölçü boz rəngdədir? Deyəcək ki, zibil qabına düşmədən silirik ona görə. İndi bu əmri aktivləşdirmişəm, oq düyməsini vururam. Yenə hər hansısa bir iş masamızda, məsəl üçün, elə fayl açmayaq, bir dənə qovluq yaradaq. Demək, Ctrl-Shift-N düyməsindən bir dənə qovluq yaradırıq bu hissədən. Gəlirəm bu qovluğu çəkib gətirirəm biraz orta hissəyə. Bunun üzərindən vururam, Shift Delete düyməsinin üzərindən vururam. Demək biz orada nə etmişdik? Biz bunu qoymuşduq axı. Bu əmrin üzərindən vururuq. Hə, tamam olsun. O soruçu-soruşmamağını indi aşağıda 3-cü əmrdə deyəcəm. Soruçu-soruşmamağını. Gəlirəm bunun üzərindən vururam. Shift Delete düyməsini və yaxud da Shift Delete-ni yox. Təşkil bir də deyirəm. Ctrl Delete düyməsini vursam, bunu zibil qabına düşərək silərdi axı. İndi o əmrimiz aktivdir axı.
Təkrar bir deyirəm. Gəlirəm bunu buradan lafda daha yaxşı başa düşməyimiz üçün bunu vururam. Bu qovluğumuzu seçirəm və yaxud da Ctrl D düyməsini beləcə basıram. Gedirəm baxıram ki, bu zibil qabının içərisindədir bu qovluq. Təzədən bunu seçib qaytarıb gətirirəm iş masamıza. Təzədən gəlib ən yaxşısı belədir. Zibil qabının properties bölməsindən zibil qabına düşmədən silmək əmrini aktivləşdirirəm. Gəlirəm bu qovluğumuzun üzərində Ctrl D düyməsini vururam. Gedirəm zibil qabını açıram ki, zibil qabına düşübdür. Bu əmrimiz niyə belə oldu? Təzədən bir eləyirik. Properties bölməsindən deyirik ki, zibil qabına düşmədən silsin. Və yaxud da hər hansı bir faili gətiririk. Bir dəqiqə. Buradan bir dənə failimizi iş masasında aparaq iş masasına. Yəni normalda o zibil qabına düşmədən silinməlidir. Gəlirik buradan bu əmrimizi seçirik. Demək zibil qabının kontekst menüsündə də həmin əmrimiz aktivdir ki, zibil qabını nə isə düşmədən silsin. Gəlirəm bunun üzərinə vururam, Ctrl D düyməsini vururam. Təzədən zibil qabımızı açırıq ki, bura düşübdür. Çox maraqlıdır niyə? Yaxşı, təzədən bir də zibil qabının bunların hamısını geri qaytarırıq. Bunu da seçirəm. Bunları qaytardıq. Geri. Yəni iş masamıza. Yenidən edirik. Zibil qabının kontekst menüsünün properties bölməsindən demək maksimum ölçüsünü təyin etmək olar. Zibil qabına düşmədən silməyi təyin edə bilərik. Ok düyməsini vururam. Bunun üzərində Ctrl D düyməsini vururam. Zibil qabının kontekst menüsünə zibil qabına düşübdür. Ola bilər ki, bu sırf mənim öz əməliyyat sistemindən bağlı olan bir şeydir. Mənim əməliyyat sistemini yeniləmək lazımdır. Yəni kompüterimizin əməliyyat sisteminə yenilik vermək lazımdır. Çünki bir-iki dənə fərqli şeylər var ki, onlar yoxdur məndə. Amma yəni ki, mütləq ki, bu əmrimiz zibil qabına düşmədən silmək üçün istifadə olunan bir əmrimizdir ki, bunu buradan eləyə bilərik. Zibil qabına düşmədən yəni silməni təyin etmək olar. Ki, normalda siləndə zibil qabına düşmədən silinsin. Yəni ki, bunu mütləq ki, belə yazınıza saxlayın. Ki, bir dənə də əmrimiz var burada ki, biz normalda siləndə və ya Shift Delete düyməsindən siləndə bizə sual verirdi ki, bunu silmək istəyirsən, yoxsa yox. Və yaxud da Ctrl D düyməsindən siləndə bizə sual vermirdi. Mən gəlirəm bunu Ctrl D ilə beləcənə silirəm, Ctrl D ilə. Gördünüz, sildi. Sual vermədi. Təzədən gəlirəm bunu qaytarıram geriyə. Beləcənə qaytardıq. İndi o əmrimizi aktivləşdirəcəyik zibil qabının kontekst menüsündəki ki, yazdıq Display Delete Confirmation Dialog. Yəni sənə siləndə sual versin ki, silmək istəyirsən yoxsa yox. Ctrl D düyməsini basıram təzədən. Görürsüz mənə yenə sual verir. Yəni dialoq pəncərəsinin aktivləşdirib, yəni görünüb görünməməsini təyin edə bilərik. Ki sənə sual versin siləndə yoxsa yox. Demək ümumi olaraq zibil qabının properties bölməsindən maksimum ölçüsünü təyin edə bilərik. Zibil qabına düşmədən silməni təyin edə bilərik. Bir də ki, dialoq pəncərəsinin görsənməməsini təyin edə bilərik. Ok düyməsini vururuq, vəsə. Bu zibil qabı haqqında yazacaqlarımız bu qədər idi. Maksimum ölçüsünü təyin etmək. Sonra ikinci biraz orada vaxtımız uzandı ki, düşmədən silinməni təyin edə bilərik. Yazıram, düşmədən silə bilərik. Zibil qabına düşmədən silə bilərik. Bildiniz hansı əmrdən söhbət edir. Yəni narahat olmayın. Mütləq ki, zibil qabına düşmədən silir. Üçüncü əmrimizdəki dialoq pəncərəsinin görünüb görünməməsini təyin edə bilərik. Yəni bu 3 dənə əməliyyatı properties bölməsindən eləyə bilərik. Ola bilər ki, günlərin bir günündə sən tələbəmizə sual versinlər ki, zibil qabının properties bölməsindən nə eləmək olar? Bunları eləmək olar. Zibil qabı haqqında bu qədər danışsaq kifayətdir ki, buradan biraz zibil qabından danışdıq, biraz kontekst menü anlayışından danışdıq. Biraz qısa yol anlayışından elə belə danışdıq. Yenə danışacağıq və ad dəyişməyin yollarından azdan çoxdan danışdıq. Ondan sonra zibil qabdan sonra demək burada var user faylımız. Bunun adını biz Acer qoymuşuq, bayaq dedik. İstəsən informatika qoya bilərsən, məntiq qoya bilərsən və s. və ilə axır. Demək user faylı haqqında bir dənə sadəcə ideal cümləmiz var ki, susmaya görə bütün fayl və qovluqlar user faylında saxlanılır. Yəni bu qovluğun daxilində
əməliyyat sistemi susmaya görə qovluqları avtomatik olaraq bu qovluğun daxilində yaradır. Yəni bu qovluğun daxilində sənədlər, nə bilim, musiqilər, şəkillər, video faylları, bu kimi müəyyən qovluqlarımız mövcuddur bu qovluğun daxilində. Sadəcə bunun haqqında bir dənə bunu bilməyə ehtiyac var ki, susmaya görə bütün fayl və qovluqlar user faylında saxlanılır. Ondan sonra burada var da bunun haqqında recycle kimi uzun-uzun danışmayacağıq heç bunlar haqqında. Var burada ZISPC. Bu qovluğun daxilində bizim kompüterimizdə olan xarici yaddaş qurğularına baxmaq olar. Daxil oluruq ZISPC-yə. Buradan məsəl üçün biz diskimizə baxa bilərik. Ki burada görürük və yaxud da kənardan sən kompüterinə nəsə bir flash kart taxırsan və ya kompüter taxırsan, üzr istəyirəm, telefon taxırsan, bax onu gəlib burada görə bilirsən. Yəqin ki, bunu kompüter işlədənlər demək olar ki, 99% hamımız bilirik ki, zibil qabı kompüterimizin xarici yaddaş bölmələrinə baxmaq üçün istifadə olunur. Qıraqdan taxdığımız xarici yaddaşa və ya kompüterimizin içərisində olan hard diskin məntiqi hissələrinə baxmaq üçün istifadə olunur. Demək, buradan sizə bir dənə bir söz demək istəyirəm ki, ola bilər ki, sizə belə bir sual verərlər. Bunu kəsirik buradan. Bu diskimizi məsəl üçün buradan beləcə kəsək. Belə. Ki, belə bir sual verə bilərlər ki, bu diskin boş hissəsinə qədərdir, bu diskin dolu hissəsinə qədərdir. Onunla bağlı belə bir sual verərlər. Yadda saxlayın ki, bunun şəklini anlamaya ehtiyac yoxdur. Bura məsəl üçün yazılıbdır ki, 46.7 GB free. Bu diskin boş hissəsini bildirir. Free boş, azad olmaq ingiliscə elə deməkdir axı. 81.7 diskin ümumi tutumunu bildirir. 81.7 GB. Yəni bu ikinci gələn diskin ümumi tutumunu bildirir. Bu ümumi tutumdan da boş hissəni çıxanda diskin dolu sahəsini tapmaq olur. Demək, birinci hissə diskin boş sahəsini bildirir. İkinci hissə diskin ümumi sahəsini bildirir. Bu ümumi sahədən də boş sahəni çıxanda diskin dolu sahəsini tapmış oluruq. Yəni ki, sən tələbəmizə günlərin bir gündə elə bir sual versələr, biz biləcəyik ki, o nə üçündür. Elə bir sizə sual göstərə bilərəm hətta. Demək ki, daxil olaraq bura. Elə onunla bağlı bir dənə sual göstərdim, daha bilin ki, vəsyo. Həmişə elədir, qoy yadınızda qalsın. İndi mən burada Windows 10 PDF-indən göstərəcəm. Fərqi yoxdur, bu ikisi də yəni ki, eynidir. Amma biz PDF-imizi Windows 11 formasında testimiz artıq demək olar ki, hazırdır. Tələbələrimizlə paylaşacağıq. Dəqiqə burada Windows 10 test. Məsəl üçün, sizə belə bir sual verə bilərlər. Bax, bu sual. Ki, aşağıdakı belə bir ikon verilibdir. C diskinin dolu sahəsinin həcmini müəyyən edin. Biz dedik ki, birinci gələn diskin boş sahəsidir. Sonra gələn diskin ümumi tutumunu bildirir. 99.9-dan 71.7-ni çıxsam, diskin dolu sahəsini tapa bilərik. Diskin dolu sahəsini. 99.9-dan da 71.7-ni çıxanda yəqin ki, eləyər 28.2. Boş sahəsini müəyyən eləyin. 151 GB free diskin boş sahəsini bildirir. Ümumi tutumunu müəyyən eləyin. Ümumi tutumumuz nə qədər idi? Ən sonda gələn ümumi tutumumuzu bildirir. Demək, ZISPC xarici yaddaş qurğularına baxmaq üçün istifadə olunurdu və xüsusi bir qeyd sizin üçün qeyd edeyim ki, daxil olaraq bura biz zibil qabından danışmışdıq. İkinci olaraq user faylindən dedik ki, susmaya görə belə yazılır. Yazıram bura, elə bayaq yadımızdan çıxıb yazmaq. Users faylı belə yazırıq. Susmaya görə bütün fayl və qovluqlar burada saxlanılır. Dil təzədən qayıdıb dəyişir Azərbaycan dilinə. Susmaya görə bütün fayl və qovluqlar, mən yazırsa siz də yazın. Yazmasaz öyrənə bilməyəcəksiniz. Burada saxlanılır. Sonra buradan ZISPC-dən danışdıq ki, yazırıq bura ZISPC. Yəni bu bizim bildiyimiz köhnə My Computer-dir. Burada nə edə bilərik? Xarici yaddaş qruqlarımıza baxa bilərik. Xarici yaddaş qruqlarına baxa bilərik. Hard diskimizə və yaxud da kənardan qoşulmuş nələrəsə. Və ZISPC haqqında sizə bir dənə özəl cümlə deyim ki, hər hansı bir fayl və qovluq ZISPC qovluğuna kopyalana bilməz. Yəni hər hansı bir fayl gətirib bura kopyalaya bilmərik. Yazırıq ki, hər hansı fayl və ya qovluq bura kopyalana bilməz. Yəni sən nəyisə götürüb aparıb məsəl üçün zibil qabının içərisinə atarsan
Gəlirəm buradan bu faylımızı götürürəm beləcənə. Sibil qabının üstə gələn görsən deyir move to recycle bin və ya bura turlaya bilərik, amma this PC-yə onu kopyalaya bilmərik. Görürsüz? Blok işarəsi düşür buradan. Hər hansı bir fayl və qovluq this PC-yə kopyalana bilməz. Ondan sonra burada network var. Network haqqında sadəcə qısa olaraq bir dənə cümlə deyəcəm ki, kompüterimiz lokal şəbəkəyə qoşulu olduqda şəbəkəyə qoşulu olan, yəni digər kompüterlərin elə ki paylaşdığı fayllar bu qovluğun daxilində yerləşir. Bizim bildiyimiz, yəni şəbəkə ilə bağlı bir şeydir ki, daxil olur bura hal-hazırda boşdur, çünki bizim kompüterimiz heç bir şəbəkəyə bağlı deyil. Sadəcə kompüterimiz şəbəkəyə qoşulu olanda o birisi kompüterlərin paylaşdığı fayllar bu qovluğun daxilində görə bilərik. Network haqqında başqa bir heç nə yoxdur, yəni nəsə deməyə. Onu da bura yazmıram. Biz bildik ki, network nədir? Dərsimiz uzanmasın. Yazırıq bura network. Qabağına T çəkib yüngülvari olaraq yazacağam ki, sadəcə şəbəkə. Daha yadımıza düşəcək. Şəbəkəyə bağlı olanda kompüterimiz, digər kiminsə kompüterinin daxilində kompüterinin paylaşdığı faylları bu qovluğumuzun daxilində görə bilərik. 5-ci olaraq yazmaq istəyirəm buradan, elə birbaşa adını yazaq çıxaq. Kontrol panel haqqında danışacağıq. Kontrol panel. Demək, bu gördüyümüz bu sistem qovluğumuz kontrol paneldir. Nətər ki, bizim telefonumuzun ayarlar bölməsi var, nastroyka bölməsi var, yəni sazlama bölməsi var, parametrlər bölməsi var. Sanki kompüterimizin də parametrlər bölməsi budur. Windows əməliyyat sistemində bu kontrol panel biraz yəni qəribə verilibdir. Çünki biz birbaşa olaraq bir dənə klaviatura kombinasiyamız var ki, biz Windows 11-in birbaşa ayarlar bölməsinə daxil ola bilərik. Win-E düyməsini basaraq Windows əməliyyat sisteminin settings bölməsinə, bax yuxarıdan görürsüz, settings bölməsinə daxil ola bilərik. Amma ki, bu kontrol panel sanki belə burada qalıb da, elə deyiblər ki, qoy kontrol paneldə qalsın. Amma yenə də hər halda bu kontrol paneldən danışacağıq. Demək, biz dedik ki, kontrol panel kompüterimizin ayarlar bölməsidir. Ayarlar. Buraya yazıram ayarlar bölməsi, nastroyka bölməsi kontrol paneldir. Kontrol panelin daxilinə iki dəfə sol düyməni vurub kontrol panelə daxil oluruq. Bizi belə bir görüntü qarşılayır ki, bunun içərisində demək 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə özəl bölmə var ki, bunun adlarını əzbər bilmək lazımdır ki, deyəcəklər kontrol panelin daxili əmrlərini seç. 8 dənə vacib ilkin görünüşlü daxili əmrlərimiz var. System and security, network and internet, hardware and sound, programs, user account, appearance and personalization, clock language and region, ease of access ki 8 dənə daxili əmrləri var. Bunları əzbər bilmək lazımdır. Da bunu heç ara yazmağa ehtiyac yoxdur. Dərsliyimizdə də var ki, kontrol panelin daxili əmrləri hansılardır? Bunu sadəcə biz əzbərləməliyik. Kontrol panelin daxili əmrlərini əzbər bilmək lazımdır. System and security, network and internet, hardware and sound, programs, user account, clock language and region, bir də ease of access, bir də appearance and personalization, bu da kontrol panelinin 8 dənə daxili əmridir. Bunlar haqqında qısa olaraq sadəcə məlumat verəcəm ki, bunlar nə üçündür? Elə adından məlumdur. System and security, sistem və təhlükəsizlik ayarlarından bağlı bir şeydir. Yəni bu hissədən sistemin ehtiyac sürətini almaq olur. Backup yəqin ki, sizə tanış gəlir də, belə bir utilit keçmiş deyək. Faylları bərpa eləmək olur. Nə bilim, sistemi yeniləmək olur. RAM-ın, prosesorun işləmə sürətinə baxmaq olur. Yəni bu sistem və təhlükəsizlik ayarlarına bağlı hər bir şeyi buradan eləmək olur. Oradan elə bir sual düşməz, narahat olmayın. Sonra network and internet bölməsindən şəbəkəyə və internetə bağlı bütün əməliyyatları buradan yerinə yetirmək olar. Network and internet bölməsindən şəbəkə ilə, internetlə bağlı hər şeyi buradan eləmək olar. Sonra hardware and sound bölməsindən bura hər hansı bir qurğuların qoşulması, mövcud qurğuların silinməsi, nə bilim, qurğu parametrlərinin dəyişdirilməsi, driverlərin yenilənməsi, yəni qurğu ilə bağlı, səslə bağlı bəzi məsələləri, yəni hardware, texniki bölməsindən bağlı bəzi məsələləri hardware and sound bölməsindən eləmək olar. Sonra burada programs bölməsi var ki, elə proqramlarla bağlı hər şey programs bölməsindən həll olunur. Elə adından məlumdur. Bilirəm, indi siz deyirsiniz ki, hə, bildikdə onun adı yazılıb. Sadəcə mən də sizin elə bir beyninizdə düşündüyünüzə təsdiq verirəm ki, hə, sənin düşündüyün kimidir. Proqramların quraşdırılması, nə bilim, silinməsi, uninstall olunması, yəni programs bölməsindəndir. Sonra user account bölməsindən nə edə bilərik? Yeni istifadəçi hesabları yarada bilərsən, öz istifadəçi hesabının, nə bilim, adını dəyişdirə bilərsən və yaxud da parol qoya bilərsən, parolunu dəyişdirə bilərsən.
Bu kimi valideyn nəzarətlərinin yaradılması da user account bölməsindən həyata keçirilir. Bu hissədən istifadəsi, yəni müəyyən bir nələrsə verilir, səlahiyyətlər verilir ki, get istifadə elə. Sonra appearance and personalization bölməsindən nə edə bilərik? Bu elə adından məlumdur, görünüş deməkdir. İş masasının görünüşü ilə bağlı bütün əməliyyatları buradan həyata keçirə bilərik. İş masasının görünüşü ilə bağlı. Desələr ki, Windows əməliyyat sistemində şriftlərin əlavə olunması hardandır? Bu bir dəfə sual olubdu, ona görə bunu deyirəm. Deyəcəm appearance personalization bölməsində burada fonts bölməsi var ki, sən buradan bu şriftlərin hamımız, nə qədər şriftlərimiz var, hamısının adını əzbər formada bilməli deyilsən. Sadəcə bir dənə bilməyin kifayətdir ki, Windows əməliyyat sisteminin şriftlər bölməsi Appearance and Personalization bölməsindən tənzimlənir. Onu dərsliyimizdə də qeyd eləmişik. Şriftlərdən əlavə nələr buradan tənzimlənir, azdan çoxdan yadınıza saxlayarsınız. Yəni narahat olmaya ehtiyac yoxdur, narahat olmayın. Clock and region bölməsindən nə edə bilərik? Bunu bəzən clock language and region da deyirlər. Saat, tarix, vaxt, yaşadığımız ərazi, saat, tarix, vaxt bu kimi məlumatların dəyişdirilməsi clock and region bölməsindən həyata keçirilir. Hətta buradan klaviaturamızın dilini falan da dəyişə bilərik. Ease of access bölməsi nə üçündür? Bu məhdud imkanlı insanlar üçündür. Məhdud imkanlı insanlar yəqin ki, da bildiniz nə demək istəyirəm. Ki, yəni məhdud imkanlı insanların kompüteri idarə eləmək üçün bəzi müəyyən bir şeylər çıxardır. Məsələn, ekran daha böyücü çıxardır. Əmrləri səslə idarə eləmək üçün belə bir əmr çıxardır ki, bu sadəcə bilməyiniz kifayətdir ki, məhdud şəxsi insanlar üçün nəzərdə tutulmuş bir bölmədir. 8 dənə belə bölməmiz var. Demək, kontrol panelin 3 dənə görünüş rejimi var. Ümumiyyətlə biz kontrol panelin görünüş rejimini, iş masasının görünüş rejimi, bir də Explorer pəncərəsinin görünüş rejimlərindən tanış olacağıq. Kontrol panelinin 3 dənə görünüş rejimi var. Kateqori, large icons, small icons. Large icons, small icons. Susmaya görə, yəni standart halda birinci səfər kontrol panelə daxil olanda biz onun görüşünü kateqori formasında görürük. Large icons belə bunun içərisindəki əmrlərin hamısını çıxardır, belə böyük formada bizə göstərir və ya çox xırda-xırda görürük, yaxud görürsüz altına yazdırdı nələrsə. Small iconsda da ki, bunları sadəcə kiçik formada beləcə göstərir. Adından məlumdur. Amma bilmək lazımdır ki, kontrol panelin 3 dənə görünüş rejimi var. Kateqori, large icons, small icons. Gedirik onda yazırıq bura ki, 3 görünüşü var. 3 görünüş rejimi var. 3 görünüş rejimi var. Hansılarda? Demək dedik ki, kateqoridir. Kateqori. Sonra large icons. Bir də small icons. Bunlar kontrol panelin görünüş rejimləridir ki, kontrol panelin 3 dənə görünüş rejimi var. Bunlar qəti formada yaddan çıxartmaq olmaz. Demək dedik, kontrol panel sazlanma bölməsindən hər şeyi kontrol paneldən eləmək olar. Ayarlar bölməsi kontrol paneldir. 3 dənə görünüş rejimi var. Large icons, medium icons, bir də small icons. Və kontrol panelin 8 dənə daxil əmrləri var idi. System and security, network and internet, programs, hardware and sound, user account, appearance and personalization, sonra nə var? Ease of access var idi, sonra da clock and region bölməsi var idi. Və xüsusi qeyd edeyim ki, kontrol panel yeganə sistem qovluqdur ki, onun ikonunu, yəni şəklini dəyişmək olmur. Onlar da öyrənəcəyik o hardandır. Məsələn, normalda zibil qabının şəklini dəyişib, xoşlamadığın bir adamın şəklini qoya bilərsən. Zarafat yana belə deyək. Xoşlamadığın bir adamın şəklini qoya bilərsən və ya user faylının ikonunu dəyişə bilərsən, bu şəklini dəyişə bilərsən. Amma kontrol panel yeganə sistem qovluqlarındandır ki, onun ikonunu dəyişmək olmur. Demək, buraya yazırıq ki, ikonunu dəyişmək olmaz. İkonunu dəyişmək olmur. Yazırıq bura, dəyişmək olmur. Sadəcə belə qısa qeydlər formasında yazıram ki, kontrol panel haqqında nə etmək olur? Məsələn, zibil qabı haqqında nə etmək olar? Onlardan danışmaq istədim ki, kontrol panel yeganə sistem qovluğu idi ki, onun ikonunu dəyişmək olmurdu. Bu da belə. Kontrol panel haqqında danışacaqlarımız da bu qədərdir. Ondan sonra dedik ki, 5 dənə sistem qovluğumuz var. Daha doğrusu 6 dənə sistem qovluğumuz var ki, 5-ini iş masasında görürük, birini isə görmürük. O görmədiyimiz sistem qovluğumuz dedik ki, libraries qovluğudur ki, onu da sizə buradan göstərdim ki, libraries qovluğumuz buradadır. Bu hissədən yəqin ki, görürük bu qovluğumuzu. Bunun da içərisində 4 dənə vacib demək
qovluqlarımız var. Dokumentdir, müzikdir, picture-dir, videosdur. Bunun içərisinə daxil oluruq. Buradan daha yaxşı görə bilərik bu hissədən. Dokumentdir, müzikdir, picture-dir, bir də videosdur ki, bunu ikonlarla bir yerdə, adlarla bir yerdə yaxşı yadınızda saxlayın. Çox yaxşı yadda saxlamaq lazımdır ki, kitabxana qovluqlarımız hansılardır? Yəni libraries qovluğunun içərisində yerləşənlər hansılardır? Yəni bunun içərisində elə piktoqramlarından, şəkillərindən bir yerdə bunu yaxşı bilmək lazımdır. Document, music, picture, videos. Hətta bir yerə yaza bilərsiniz ki, iş masasında yerləşməyən libraries qovluğumuz var ki, bunun da içərisində əlavə kitabxana qovluqlarımız yerləşir. Document, music, picture, videos. Bunda da təşkilsizlik olmasın. Buradan beləcənə çıxırıq. Demək, ondan da əlavə biz bayaq dedik ki, qovluqlar bölünür. Sistem istifadəçi qovluqları və xidməti qovluqlar. Xidməti qovluqlar da özləri də bölünürdü. Sistem qovluqları, arxiv qovluqları, şəbəkə qovluqları və s. və ilə axırı. Sistem qovluqlarından danışdıq. Bunların da hətta ikonlarını yaxşı yadında saxlamaq lazımdır. Bir dəfə qəbul sualı olubdu kitabxana qovluqları çox yaxın illərin qəbulunda. Ondan sonra sizə bir də arxiv qovluqlarından 2 dənə qovluq göstərmək istəyirəm. Bir dənə RAR qovluğunu göstərmək istəyirəm. Siz arxiv fayllar keçmişdik. RAR, ZAB, TAR və s. və ilə axır. Bu üstü kəmərlə bağlanan, kitablar yığmış kəmərlə bağlanan RAR-da görürsüz sıxır. Kəmərlə sıxır. Bir də var zip qovluğunu göstərmək istəyirəm. Görürsüz bu da zip qovluğudur, arxiv qovluğudur. Bunun da ikonlarını bilmək lazım deyə bunları göstərdim. Bu da görürsüz seplə sıxır. Sıxır, yəni arxiv sıxlaşdırmaq, arxivləşdirmək, nəyin həcmini azaltmaq üçün istifadə olunur daxı. Bu belə. İndi biz bayaq dedik ki, kontekst menü anlayışından danışmışdıq. Biz iş masasının özünün ayrı kontekst menüsü var. Taskbarın özünün ayrı kontekst menüsü var. Fail qovluğun özünün ayrı kontekst menüsü var. Failin özünün ayrı kontekst menüsü var. Hər hansı bir obyektin özünün ayrı kontekst menüsü var. Mən indi biz iş masasının kontekst menüsündən danışmaq istəyirəm sizə. İş masasının kontekst menüsü. Demək, açırıq sağ düymə ilə və ya Shift F10 düyməsindən iş masasının kontekst menüsünü. Buradan Show More Options bölməsindən daha çox tənzimləmələr bölməsindən tanış ola bilərik. Elə demək olar ki, yəni eyni şeydir bunlar. Hər halda biz birinci buradan danışırıq, View bölməsindən danışacağam sizə. Biz bayaq dedik ki, Control panelin 3 dənə görünüş rejimimiz var idi ki, Category, Large Icons, Small Icons. İş masasının da 3 dənə görünüş rejimi, 3 dənə görünüş ölçüsü var. Large icons, medium icons, small icons. Yəni elə demək kontrol paneldə olan kateqoriyadır. Burada olan mediumdur. Large iconsdan small icons ikisində də var. Large icons çox böyük ölçüdə baxmaq, görürsüz bu formada. Medium orta ölçüdə baxmaq, small-dakı lap balaca ölçüdə baxmaq üçün istifadə olunur. İş masasının 3 dənə görünüş rejimi var. Large icons, medium icons, small icons. Buradan biri yazıram ki, iş masası. İş masasını yazıram 3 görünüş rejimi var. Görünüş rejimi var. Yazmaqla oxumaq üst görünüşü var. Belə yazım daha faydalıdır. Dedik ki, large, medium, small. 3 dənə görünüş rejimi, görünüş ölçüsü var idi. Large, medium, small. Ondan sonra demək burada başqa view bölməsində nə var? Demək burada var auto arrange icons əmri. Bu əmrimiz nə iş görür? Bax mən məsəl üçün tutalım ki, bu Excel gətirib ekranın burasına qoymaq istəyirəm, gətirəmirəm. Bu network gətirib bura qoymaq istəyirəm, gətirəmirəm. Mən bu Word-ü gətirib bura qoymaq istəyirəm, gətirə bilmirəm. Demək gəlirəm buradan view bölməsindən auto arrange icons əmrinin qabağındakı quş işarəsini götürüb bunu passivləşdirirəm. Passivləşdirdik. İndi mən çox rahat gətirib Word-ü bura qoyuram. Gətirib Excel-i bura qoyuram. Control paneli bura qoyuram. Zibil qabını bura qoyuram. Bu sınaq faylımızı bura qoyuram. Hərəsini dağıdıram. Bax belə ekranımızı dağıdırıq. Beləcə rahat. Demək, auto arrange icons əmri nə iş görür? Adından məlumdur. Auto arrange icons əmri. Belə dağıdandan sonra gəlirəm buradan. Auto avtomatikdir. Arrange bilirsiniz ki, nizamlamaq deməkdir. Iconsdakı ikonlar, yəni o piktoqramlar. Auto arrange icons əmri səpələnmiş, dağılmış obyektləri avtomatik olaraq susmaya görə ekranın sol tərəfindən düzləndirir. Yəni auto arrange icons əmri səpələnmiş, dağılmış piktoqramları öz yerinə qaytarır. Bir şey unutmamaq lazımdır ki, susmaya görə bütün obyektlər ekranın sol tərəfindən düzləndirilir. Yəni sağ tərəfindən düzləndirilmir. Bunu da bir yerə qeyd edirik ki, buraya yazıram ki,
susmaya görə obyektlər sol tərəfdən düzləndirilir. Sol tərəfdən olur, düzləndirilir. Auto arrange icons əmri də dağılmış, səpələnmiş piktoqramları avtomatik olaraq bunun üzərinə vururam, sol tərəfdən görsün neyinir? Düzləndirir. Bu əmrdir. Bunun haqqında istəsiz olaraq yazarsınız, amma mən yazmıram. Auto arrange icons əmri səpələnmiş piktoqramları susmaya görə ekranın sol tərəfindən düzləndirir. Amma siz yazsınız daha yaxşıdır. Mən vaxtımız getməsin deyə yazmıram. Var burada align icons to grid əmri. Bu nə iş görür? Demək biz dedik ki, auto arrange icons əmri belə səpələyirdik, hamısını avtomatik olaraq ekranın sol tərəfindən düzləndirirdi. İndi nə edirəm? Kontrol paneli bura qoyuruq. Bu faylı gətirib məsəl üçün düz kontrol panelinin üstünə qoyuram. Gətirib məsəl üçün YouTube-u bura qoyuram. Excel-i tutam ki, bu hissəyə qoyuruq. Word-ü düz Excel-in burasına qoyuruq. Zibil qabını məsəl üçün bura yerləşdirirəm. Hər hansısa bir qovluğu gətirib bura qoyuram. Belə sıx-sıx yerləşdirirəm nələrsə. Gətirirəm təzədən bu qovluğumuzu məsəl üçün bura qoyuram. Beləcə sıx-sıx yerləşdiririk. Gətirib bunu bura qoyuruq. Zip-pisini gətirib məsəl üçün buradan bir düz bunun üstünə qoyuram. Bunun üstünə beləcə qoyduq. İndi mən gəlib buradan sağ düyməni vursam, maksimum həvəsinə qulaq asaq, auto arrange icons əmrinin üzərinə vursam, dağılmış, bu səpələnmiş piktoqramları avtomatik olaraq ekranın sol tərəfindən düzləndirəcək, onu bildik. Amma align icons to grid əmri, align nə deməkdir? Bu da arrange sözünə sinonimdir, bu da nizamlamaq deməkdir. Demək, səpələnmiş, bu üst-üstə yığılmış piktoqramları öz yerində cədvəl formasında, tor xətləri formasında, grid tor xətləri deməkdir axı, sərgiyə salır. İş masasındakı obyektlərin tor xətləri üzrə düzülməsini yəni ki, təmin edir. Yəni ki, cədvəl forması deyəndə indi burada sətirdən sütundan ibarət cədvəl çıxmayacaq. Sadəcə biz bilirik axı, cədvəlin sütunları olur, cədvəlin sətirləri olur. Align icons to grid əmrinin üzərinə vururam. Görürəm ki, öz yerinə görürsünüz. Birinci sətir, ikinci sətir, üçüncü sətir. Birinci sütun, ikinci sütun, üçüncü sütun, dördüncü sütun. Sətir bə sətir, sütun bə sütun sərgiyə salıbdır. Amma mən burada auto arrange icons əmrini vursaydım, o ekranın sol tərəfindən düzləndirəcəkdi beləcənə, sol tərəfindən sərgiyə salacaqdı. Demək dedik ki, buradan auto arrange icons əmri səpələnmiş piktoqramları avtomatik olaraq öz yerinə qaytarır. Align icons to grid əmridəki səpələnmiş piktoqramları, üst-üstə yığılmış ikonları öz yerində cədvəl formasında sərgiyə salır. Yazmaq istəyənlər üçün 2 dəfə təkrarladım, vaxtımız yetməsin deyə biz davam edirik. Ondan sonra demək burada nə var? Show desktop icons əmrimiz var ki, bu əmr vasitəsindən iş masasındakı, yəni bu desktopdakı iş masasındakı obyektləri beləcənə gizlədə bilərəm və yaxud da ki, iş masasındakı obyektləri göstərə bilərik bu formada. Sadəcə show, göstərmək, desktop, iconsdakı iş masasındakı obyektləri göstər və ya göstərmə. Demək, çox möhtəşəm qəbul sualı ola bilər ki, sənə verərlər ki, niyə görə auto arrange icons və align icons to grid əmrləri boz rəngdədir, niyə passivdir? Heç nə deyəcəm ki, iş masasında heç bir piktoqram, heç bir obyekt yoxdur. Çünki bunlar axı auto arrange iconsdan align icons to grid əmrləri obyektləri sol tərəfdən düzləndirmək, obyektləri öz yerlərində düzləndirmək üçün idi axı. İndi iş masasında heç nə yoxdur. Bunlar nəyi düzləndirsinlər? Deyəcəm ki, iş masasında heç bir obyektimiz yoxdur. Da onda da kəsəndə təkcə buranı kəsəcəklər, sən iş masasını görməyəcəksən. Show desktop icons əmrindən iş masasındakı bütün obyektləri qaytarıb gətirib qoyuruq yerinə. Demək, view bölməsindən bu qədər danışdıq. Sonra var burada sort by bölməsi var iş masasında. Bir də siz bunu bilməlisiniz. İş masasında yerləşən əmrlər hansılardır? Məsələn, view bölməsi var, sort by var. Sort by əmrimiz demək nə iş görür? Sort by çeşidləmək üçündür. Yəni sıralamaq üçündür. Nələrdənsə görə çeşidlə. İş masasındakı obyektləri adına görə, ölçüsünə görə, tipinə görə, bir də son dəyişiklik tarixinə görə nizamlamaq, çeşidləmə eləmək olar. Bu 2025-ci ilin qəbul suallarından biri də budur. İş masasındakı obyektləri nələrə görə nizamlamaq olar? Demək, adına görə, ölçüsünə görə, tipinə görə, son dəyişiklik tarixinə görə nizamlamaq olar. Yazıram ki, siz də yazırsınız. İş masasındakı obyektləri yazıram ki, adına becə qoymağa çalışırıq. Yəni dil dəyişək. Ondan sonra ölçüsünə yazıram buradan. Ölçüsünə. Ondan sonra tipinə. Sonra da son dəyişiklik
dəyişiklik tarixinə görə nizamlamaq olar. Son dəyişiklik tarixinə görə nizamlamaq olar. Qabağına da yazıram ki, mötərizə açıq yazıram ki, sort by əmri vasitəsilə bunu eləmək olar. Demək, sort by əmri nə funksiyanı yerinə yetirir? İş masasındakı obyektləri adına, ölçüsünə, tipinə, son dəyişiklik tarixinə görə nizamlamaq olar. Vəssalam, bunun haqqında bu qədər bilsək bəsdir. Sonra burada refresh bölməsi var. Refreshin klaviatura kombinasiyası F5-dir. Sadəcə yeniləmək üçün istifadə olunur. Gəlin bunun üzərinə bir dəfə vururam. Bax, ekranımızdakı bu ikonlar sanki ekranımız göz kimi bir dəfə açılıb yumulur. Beləcə göz kimi açılıb yumulur. Məsəl üçün, nə isə tutalım ki, yadda saxlamaq istəyirsən, amma yaddaşa düşməyibdir. Gəlib bir dəfə refresh edirsən və salam, görürsən ki, yaddaşa düşübdür. İndi bizim də bayaq dediyim əməliyyat sistemimizdə bəzi şeylər var ki, qəribədir. Biz əməliyyat sistemimizi refresh eləyəndən sonra daha vaxtımız az deyə videonu çəkməyə başladım. Onlar da düzələcəkdir. O bir iki dənə xırda şeylərdir ki, onu da PDF-imizdə qeyd etmişik. Ondan sonra demək, burada undo əmrimiz var, bir də redo əmrlərimiz var. Mən show more options bölməsinə daxil olmaq istəyirəm. Bura daxil olub daha çox əmrlər bölməsindən buradan tanış ola bilərik. View haqqında danışdıq, sort by haqqında danışdıq, refresh haqqında danışdıq. Birinci paste əmrindən danışıb, sonra undo və redo əmrlərindən danışmaq istəyirəm. Demək, paste yapışdırmaq deməkdir. Yapışdırmaq, biz bunu bilirik. Nəyisə götürüb yapışdırmaq. Mən məsəl üçün tutalım ki, gəlirəm bu faylımızı, buradan götürürəm, bunun kontekst menüsünü açıram. Bunun kontekst menüsündən copy əmrini vururam. Buradan copy əmrini vururam. Faylın kontekst menüsündən, qovluğun kontekst menüsündən da danışacağam. Copy əmrini vurandan sonra aparıb iş masasında hardasa bir yerdə paste eləyəcəm. Gəlib məsəl üçün bunu buradan beləcənə paste eləyirəm. Gəlirəm məsəl üçün tutam ki, bir dəfə də paste eləyirəm. Gəlirəm məsəl üçün bir dəfə də paste eləyirəm. Demək, copy əmrinin yerinə yetirilməsindən sonra ürəyim istədiyi qədər paste eləyə bilərəm. Amma bundan əlavə birinci qeyd eləmək istəyirəm ki, bir şeyi paste eləməmişdən qabaq biz ya onu nə etməliyik? Copy eləməliyik, ya da onu cut eləməliyik. Bir şeyi paste eləməmişdən qabaq. Ya onu cut eləmək lazımdır, ya da onu copy eləmək lazımdır. Onu da bir yerə yazıram. Biz bunu Word-dən də bilirik ki, bir şeyi paste eləməmişdən qabaq yazıram bura ki, paste əmrindən əvvəl ya copy ya da cut etmək lazımdır. Yoxsa mən nəyə yapışdıracağam? Bir şeyi ya kəsərəm, ya da kopyalayaram. Copy eləmək, buraya yazıram ki, copy. Copy eləmək, kopyalamaq, onun surətini çıxartmaqdır. Klaviatura kombinasiyası Ctrl, üstə gəlinsin C düyməsi, copy sözünün baş hərfi. Nəyisə köçürmək üçündür. Surətini çıxartmaq üçündür. Belə deyim. Buraya yazıram ki, copy obyektin sürətini çıxardır. Köçürmək üçün istifadə olunur. Bir də var cut əmrimiz. Cut isə, bu cut əmri isə, bunun kombinasiyası Ctrl üstə gəlinsin X düyməsidir. Ctrl X düyməsidir. Bu isə obyektin yerini dəyişdirmək üçün istifadə olunur. Yerini dəyişdirir. Kəsərək, yəni obyektin yerini dəyişdirir. Birazdan indi onları eləyəcəyik obyektlərin üzərində. Copy surətini çıxardır. Cut əmri isə obyektin yerini dəyişdirmək üçün istifadə olunur. Bir şeyi paste eləmək üçün əvvəlcə ya onu copy eləməliyik, ya da onu cut eləməliyik. Mən də gəldim buradan qəşəngcə. Kaydımız davam edirmi? Mən də gəldim buradan hər hansı bir obyektimizi seçdim, bunu kopyaladım. Gəldim bura kopyaladım. Copy'nin kombinasiyası Ctrl plus C düyməsidir. Dedik axı. Və yaxud Ctrl C-dir, yapışdırmağın da kombinasiyası Ctrl plus V düyməsidir. Paste əmri yapışdırmaq deməkdir. Gəlirəm iş masasında Ctrl V, kopyaladığımız görsən buraya yapışdırdı. Ctrl V yapışdırır. Ctrl V, Ctrl V, Ctrl V. Nə qədər istəsəm, copy əmrindən sonra nə qədər istəsəm paste eləyə bilərəm. Nə qədər istəyəsəm paste eləyə bilərəm. Ta ki mübadilə buferindən silənə qədər. Paste əmrini vururam, bir dənə də yapışdırıram. Paste əmrini vururam, bir dənə də yapışdırıram. Bizim tələbələrimiz, yəni mübadilə buferi anlayışını bilirlər nə deməkdir. Biz bunu Word dərsində də danışmışıq. Ki mübadilə buferi kopyalanmış, kəsilmiş obyektlərin müvəqqəti saxlandığı yerdir. Mübadilə buferi kopyalanmış, kəsilmiş obyektlərin müvəqqəti saxlandığı yerdir. Mübadilə buferi. Demək, buraya yaza bilərəm ki,
Məsəl üçün, bir obyektin bir yerdən digər yerə köçürüldükdə müvəqqəti saxlandığı yer necə adlanır? Deyəcəm ki, heç nə, mübadilə buferi adlanır. Yazıram ki, obyektin bir yerdən digər yerə köçürüldükdə və ya yeri dəyişdirildikdə köçürüldükdə obyektin bir yerdən digər yerə köçürüldükdə və yeri dəyişdikdə müvəqqəti saxlandığı yer nə adlanır? Mübadilə buferi adlanır. Mübadilə buferinin tərifi belədir. Bir obyektin bir yerdən digər yerə köçürüldükdə və yerini dəyişdikdə müvəqqəti saxlandığı yer mübadilə buferi adlanır. Bunu qəti formada unutmaq olmaz. Demək, biz indi deyəcəyik ki, biz bayaq dedik axı, copy əmrindən sonra nə qədər paste eləmək olar? Dedik ki, ürəyimiz nə qədər istəyirsə paste eləmək olar. Görürsüz, nə qədər burada paste eləmişdik. Məsəl üçün, gəlirəm, bunları seçirəm, tutalım ki, shift delete düyməsini basıram, bunları silirəm, geçsin. İndi buraya yazacağım ki, copy'dən sonra nə qədər istəsəm, istənilən qədər mötərizədə yazıram, mübadilə buferindən silinənə qədər. Mübadilə buferindən silinənə qədər, yəni istənilən qədər mübadilə buferindən silinənə qədər deməkdir. Copy'dən sonra istənilən qədər, yəni mübadilə buferindən silinənə qədər paste etmək olar. Yazıram bura. Paste etmək olar. Yəni ki, Ctrl-C əmrindən sonra, yəni copy əmrindən sonra istənilən qədər Ctrl-V eləmək olar. Yəni yapışdırmaq olar. Ondan sonra bunu bildik. Bir də var bizim cut əmrimiz. Cut. Biz dedik axı nəyisə paste eləməmişdən qabaq ya onu copy eləməliyik, ya da cut eləməliyik. Gəlirəm bu obyekti beləcə seçirəm. Burada cut əmrimiz var burada. Cut əmrini vururam. Beləcə. Cut'ı vurdum, gəlirəm qəşəngcə iş masamızın kontekst menüsündən paste əmrinin üzərinə vururam, onu yapışdırıram. Biz yəqin yapışdırmadı. Gəlirəm təzədən yaxşı bunu beləcə gəlir. Üzərinə vuraq. Nəsə adına belə bir şeylər qoyaq. Onunla bağlı olmaz, sadəcə elə belə dəyişdim yenə də. Gəlirəm bunu buradan kəsirəm. Gəlirəm iş masamızın hər hansı bir yerində paste edirəm. Bir dəqiqə. Niyə belə oldu bu yenə? Yenə dedik ki, gəlirik buradan bunu kəsirik. Cut edirik. Gəlirik iş masamızın hər hansı bir yerində. Vururam paste əmrini. Kəsmir. Demək, sadəcə faylımız eyni qovluqdaydı. Ona görə bayaq olmurdu. Vaxtımız getməsin deyə bir dənə qovluq yaratdım. Onun içərisində başqa fayllar turladım. Ki, indi yenidən izah edək ki, biz dedik ki, copy əmrini vursaq, copy'dən sonra istənilən qədər paste eləmək olar. İndi qovluğun içərisində həmin fayllardan turlamışam, bəlkə faylımızdakı ikisi iş masasında olmasında. Gəlirəm demək, bu qovluğumuzun daxilini açıram. Buradan faylımızı götürürük, buradan cut edirəm. Faylımızı seçirik. Bunun üzərinə vururuq, buradan bunu cut elədik. Gəlirəm, təzədən bu qovluqdaydı. Biz bilirik, axı bir qovluğun daxilində şeyin adlı fayl olmaz. Burada paste əmrini vuran kimi görürəm ki, o bura nədir? Yapışdı. Gəlirəm bunun içərisində görürəm, burada varmı o yazılan faylımız? Görürəm ki, yoxdur. Və yaxud da bunun üzərinə vururam, magistraturu az bir yazılan. Açıram buradan cut əmrini vururam. Gəlirəm təzədən iş masasının kontekst menüsündə paste əmrini vururam. Görürəm ki, onu gətirib buraya yapışdırır. Daxil oluram bura. Burada qalıb bu o yox. Burada 2 dənə idi, onun bir dənəsi qalıbdır. Demək, bununla copy ilə cut'ın bir fərqi budur ki, copy obyektin surətini çıxardır. Bayaq burada da qeyd eləmişdik. Yəni özündən bir dənəsini də yaradır. Cut isə obyektin yerini dəyişdirir. Yerini. Gördünüz, bayaq burada bu qovluğumuzdaydı. Bu qovluqdan getdi hara? Desktop qovluğuna, yəni iş masamıza gətirdi. Demək, indi bir məsələ də qeyd edeyim ki, biz bayaq dedik copy'dən sonra istənilən qədər paste eləmək olar. Bəs cut-dan sonra gəlirəm bu üzərinə yenə təkrar bunu seçirəm, bunu kəsirəm. Beləcə kəsdim. Getdim iş masamızda, burada bir yerə harasa paste əmrini vururam. Təzədən açıram bir dənə də paste əmrini vurmaq istəyəndə görürəm ki, paste əmri boz rəngdədir. Nə qədər
Sol düyməmizi bassam da paste əmri yerinə yetirilmir. Niyə? Çünki Windows 11 əməliyyat sistemində copy-dən sonra istənilən qədər paste eləmək olar. Amma cut-dan sonra yalnız bir dəfə paste eləmək olar. Cut-dan sonra yalnız bir dəfə paste etmək olar. Yazıram cut-dan sonra bir dəfə paste eləmək olar. Bu çox önəmlidir. 2023-cü ilin qəbul suallarından biri budur. İndi copy-dən sonra istənilən qədər, amma cut-dan sonra bir dəfə paste eləmək olar. Bu paste əmrindən azdan çoxdan danışdıq. İndi bir dənə də orada var idi faylın qısa yolunu kopyalamaq, qısa yolunu yapışdırmaq daha doğrusu. Demək, vururuq bunun üzərinə, görürəm burada var paste shortcut. Biz bayaq dedik axı, shortcut dedik, elə də bir güclü bilməyə ehtiyac yoxdur. Sadəcə bilməliyik ki, 1 kilobayt yaddaşa 1 kilobayt yer tutur. Shortcut faylın özü deyil, onun əsli deyil. Shortcut sadəcə fayla keçid üçün olan bir göstəricidir. Bu məsəl üçün görürəm ki, üzərində shortcut işarəsi var, bax bunun üzərində. Bunun üzərinə vuram, location-a baxa bilərəm. Görsən faylımızın location-a baxa bilərəm ki, o harda, yəni yerinə baxa bilərəm. Amma shortcutsız faylımızda onun kimə məxsusdur ona baxa bilirik, nə mövzusunə baxa bilirik, son dəyişiklik tarixinə falan filan baxa bilirik. Shortcutlı faylla shortcutsız faylın biraz yüngülvari olaraq belə fərqləri mövcuddur. Belə dərin hardasa nəsə bir güclü belə fərqi yoxdur, heç onu da bilməyə ehtiyac yoxdur. Ki faylımızın demək üstündə görsənən belə ox işarəsi onun shortcutlı olduğunu bildirir. Shortcut yaratmağın yollarından da dərsliyimizdə yazmışıq. Onu keçənə oradan öyrənəcəyik. Daha videomuz çox uzun oldu. Bayaq demişdim ki, deyəcəm, biraz sürətli formada da deyərəm birazdan. İndi biz dedik ki, biz bunu nə etdik? Hər hansı bir shortcutlı faylımızı götürdük, kopyalamışdik. Gəlirəm bu hissəyə, yenə buradan paste əmri görürəm ki, aktivdir, vururam, qısa yolunu yapışdırıram. Gəlirəm bu hissəyə, təzədən paste əmri bir dəfə də vururam, qısa yolunu yenə yapışdırıram. Təzədən gəlirəm paste əmrini vururam, bir dəfə də yenə qısa yolunu edirəm, yapışdırıram. Yəni demək, daha doğrusu paste shortcut və ya hər hansı bir faylımızı seçirəm, shortcut olmayan faylımızı. Gəlirəm buradan bunu qəşəngcə copy eləyirəm, shortcut olmayan faylımızı. Gəlirəm buradan paste shortcut əmrini, daha doğrusu paste shortcut əmrindən danışırdıq. Paste shortcut deməli idim. Paste shortcut əmrini vururam, görürəm ki, qısa yol nə oldu? Yapışdırıldı. Bayaq paste eləydik biz bunu eləcənə. Təzədən gəlirəm, bir dəfə də bunu vururam, sağ düyməni açıram, paste shortcut əmrini bir dəfə də vururam, bir dəfə də paste shortcut yapışdırılır. Təzədən gəlirəm burada paste shortcut əmrini vururam, bir dəfə də paste shortcut yapışdırılır. Demək, copy-dən sonra istənilən qədər paste eləmək olar. Ctrl-Z-lə bunları geri qaytarırıq. Copy-dən sonra istənilən qədər paste eləmək olar. Copy-dən sonra təzədən də yazıram. Copy-dən sonra istənilən qədər paste shortcut eləmək olar. Paste shortcut etmək olar. Paste shortcut etmək olar. Copy-dən sonra istənilən qədər paste shortcut eləmək olar. Bəs cut-dan sonra yazıram ki, cut-dan sonra paste shortcut. Gəlin baxaq indi. Biz ümumiləşdirdik. Demək, copy-dən sonra da cut-dan da copy-dən sonra istənilən qədər paste eləmək olar. Copy-dən sonra istənilən qədər paste shortcut da eləmək olar. Yəni qısa yolunu yapışdırmaq da olar. Bu qısa yolunu yaratmağın məsəl üçün yollarından biri budur. Cut-dan sonra amma bir dəfə paste eləmək olar. Bayaq görürsüz, bu qovluğumuzun içərisindən nəsə paste elədik iş masasına. Amma cut-dan sonra gəlin görək. Paste shortcut eləmək olar. Gəlirəm hər hansı bir qovluğumuzu seçirəm beləcə. Qısa yolsuz olan qovluğum faylımız olsa daha yaxşı olardı. Bunu məsəl üçün tutalım ki, gəlirəm buradan bunu cut edirəm. Bunu cut edirəm. Gəlirəm iş masamızın təzədən kontekst menüsünü açıram. Görürəm ki, burada paste shortcut əmri var burada. Yox. Demək, cut-dan sonra paste shortcut eləmək olmaz. Amma cut-dan sonra bir dəfə paste eləmək olar. Onu vururam, gətirir bura yapışdırır. Amma cut-dan sonra bir mənalı yadda saxlamaq lazımdır ki, paste bir dəfə eləmək olar. Amma paste shortcut eləmək olmaz. Əgər mən hər hansı bir faylımızı seçsəydim, məsəl üçün bunu buradan copy eləsəm, gətirib burada görürəm ki, mən burada paste əmrində görürəm, paste shortcut əmrində görürəm. Amma hər hansı bir faylımızı seçsək, gəlib buradan mən bunu cut eləsəm, iş masamızın kontekst menüsünü açıram, paste əmrini görürəm, amma paste shortcut əmrini görmürəm. Demək, cut-dan sonra paste shortcut eləmək olmaz. Sən tələbəmizə bu formada kəssələr, buranı beləcənə
Desələr ki, niyə görə paste shortcut əmri görünmür və niyə görə paste shortcut əmri boz rəngdədir desə, deyəcəm ki, cut əmri icra olunubdur. Çünki cutdan sonra paste shortcut eləmək olmaz axı. İndi gəlirik təzədən buraya yazıram ki, cutdan sonra paste shortcut etmək olmaz. Cutdan sonra paste shortcut eləmək olmaz. Bunu da beləcə bilmiş olduq. Copy-dən sonra istənilən qədər paste də olar, paste shortcut da olar. Cut-dan sonra paste cəmi bir dəfə olar, amma paste shortcut olmaz. Və sənə desələr ki, niyə görə paste əmri boz rəngdədir, niyə görə və ya paste shortcut əmri boz rəngdədir, birdən elə də nətərsə olar. Deyəcəm ki, heç nə, mübadilə buferi boşdur. Yəni nəsə nə copy olunmayıbdır, nə də cut olunmayıbdır. Biz dedik axı bir şeyi paste eləməkdən ötəri ya onu cut eləməliyik, ya da onu nə etməliyik? Copy eləməliyik ki, gətirək nə varaq, yapışdıraq. Ondan sonra burada demək undo əmri var. Undo əmri nə iş görür? Undo əmri ən sonuncu əməliyyatı ləğv eləyir. Klaviatura kombinasiyası Ctrl+Z-dir. Məsəl üçün tutalım ki, gəlirəm mən burada nə edirəm? Hündürvari bildiklərimizdən bu faylımızın adını dəyişirəm. Məsəl üçün bunun adını qoyuram ki, master 2025. Gəlirəm bunun üzərinə dəyişəndən sonra iş masamızın üzərinə gəlirik. Burada görürəm ki, yazılır ki, undo rename. Dedi axı, undo ən sonuncu əməliyyatı ləğv eləyirdi axı. Ən sonuncu əməliyyatımız nə olubdu? Ad dəyişmək əməliyyatı olubdu. Rename, yəni adını dəyişmişik. Rename əmrinin üzərinə vursam nə olacaqdı? Bunun adını dəyişməmişdikmi? Bu ən sonuncu ad dəyişmək əməliyyatını ləğv eləyəcək. Gördünüz, bunun adını master 2025 qoymuşdum. Bu ad dəyişmək əməliyyatımızı ləğv elədi. Təzədən buradan ləğv eləyəndən sonra bir dənə də əmrimiz aktivləşir burada. Redo rename əmri, kombinasiyası Ctrl+Y düyməsidir. Bu redo rename əmri nə iş görür? Bu ləğv etdiyimiz əməliyyatı geri qaytarır. Və yaxud bunun adını dəyişdirib master 2025 qoymuşdum da undo əmri vasitəsindən. Undo ən sonuncu əməliyyatı ləğv eləyirdi. Amma redo rename əmri bu ləğv etdiyimiz əməliyyatı geri qaytarır. Bunun üzərinə vururam, ləğv etdiyim əməliyyatı geri qaytarır. Bunun ad dəyişməsini ləğv eləmişdim, qaytardım, getdim, qoydum öz yerinə. Demək, sən tələbəmizə belə bir sual verə bilərlər. Məsəl üçün, buranı kəsərlər, sadəcə buranı beləcə kəsərlər belə. Deyərlər ki, ən sonuncu yerinə yetirilmiş əməliyyat nə olubdu? Yadında saxlayırsan ki, ən sonuncu yerinə yetirilmiş əməliyyat bu undo əmrinin qabağına yazılan əməliyyatdır. Bu rename əməliyyatdır məsəl üçün. Görsən bu səfər undonun qabağına nə yazılıbdır? Move yazılıbdır. Biz bayaq cut eləyib yerini dəyişdirmişdik. Məsəl üçün undonun qabağına move yazılsa deyəcəm ən sonuncu əməliyyat obyektin yerini dəyişdirmək olubdu. Və nə bilim ən sonuncu əməliyyat silmək olubdu. Undo delete yazılsa biləcəm ki, söhbət ondan gedir. İndi bu iş masamızın kontekst bunu sildim məsəl üçün bunu görürsüz undo delete. Yəni ən sonuncu əməliyyatımız nə olubdu? Silmək olubdu. Bu delete mən təzədən delete-ni ləğv elədim. Yəni ən sonuncu əməliyyatımızı ləğv elədim. Redo əmri vasitəsilə ləğv olmuş əməliyyatı geri qaytara bilərik. Bundan da bilmiş olduq. Ondan sonra burada iş masasının kontekst menüsündə başqa olaraq bir dənə buradan biraz yuxarı danışmaq istəyirik. Nə var? Bunlar mənim öz kompüterimə aid olan şeylərdir. Burada new bölməsi var. İş masamızın kontekst menüsündə new bölməsi var ki, new bölməsindən nə edə bilərik? Demək, new adından məlumdur, yeni nəsə yaratmaqdır. Burada mən yeni qovluq yarada bilərəm, yeni qısa yol yarada bilərəm, shortcut. Bax, shortcut yaratmağın yollarından da biri budur. Və yaxud dedik ki, copy eləyib paste shortcut eləmək. Bir də məsəl üçün iş masasının kontekst menüsündən new əmri vasitəsilə yeni qovluq yarada bilərəm. Yeni bir access faylı yarada bilərəm, yeni bir dənə Excel faylı yarada bilərəm, yeni bir dənə Word faylı yarada bilərəm, bir dənə arxiv faylı yarada bilərəm. Bir sözlə yeni nəsə yarada bilərəm. İş masasının new əmri vasitəsilə yeni nəsə yaratmaq olar. 2023-cü ilin yanvar ayının 29-da Dövlət İmtahan Mərkəzi sınav keçmişdi. Orada elə bir sual var idi ki, nəsə tam da yadımda deyil, amma əmin idim ki, çox asan idi. Cavabımız new idi. Deyirdi ki, iş masasının kontekst menüsündə hansı əmr vasitəsindən yeni shortcut yaratmaq olar? Sanki belə bir şey idi. New əmri vasitəsindən daha məlum məsələdə yeni bir dənə shortcut yaratmaq olar. Bunu da bilmiş olduq. Ondan sonra burada display settings bölməsi var. Display settings bölməsində nələr var, nələr yox. Çox da belə uzun-uzun danışmayacağıq. Elə üstündən belə deyə-deyə gedəcəm. Demək, display settings bölməsi ekranın belə ayarlar bölməsidir. Əsasən ekran parlaqlığı, ekran ölçülərini təyin etmək, yəni bu kimi şeyləri görmək olur. Amma Windows 10 əməliyyat sistemindən fərqli olaraq Windows 11 əməliyyat sistemində biraz düzən fərqli cürədir. Display settings bölməsinə daxil olanda biz burada müəyyən pəncərə başlıqları görə bilirik. Məsəl üçün burada belə brightness color adlı pəncərə başlığımız var.
Scale Layout adlı bir dənə pəncərə başlığımız var. Related Settings adlı pəncərə başlığımız var. Bir də Related Support adında bir dənə pəncərə başlığımız var və ya alt əmrlər də deyə bilərik bunlara. İndi birinci yadında saxlayırsan ki, sənə desələr ki, Display Settings bölməsinin alt əmrləri hansılardır və ya pəncərə başlıqları hansılardır desə, deyəcəm ki, Brightness Color'dur. Scale layout'dur, related settings'dir, related support'dur. Onu da mütləq ki, bir yerə qeyd eləmək lazımdır ki, display settings'in bu pəncərə başlıqları və ya alt əmrləri bunlardır. Yəni düzdür, display settings özü ekran parametrləri deməkdir. Əsasən bayaq dedik, ekran parlaqlığı, ekranın ölçülərini falan eləmək üçündür. Bunun da içərisinə girəndə bu 4 dənə başlığımız var ki, bunu dönə-dönə deyirəm, mütləq ki, bir yerə qeyd etmək lazımdır. İndi brightness color bölməsində, məsələn, burada var brightness. Brightness bölməsində nə edə bilərəm? Ekran parlaqlığını heç nə artıra bilərəm və ekran parlaqlığını azalda bilərik. Ekran parlaqlığını artırıb azaltmaq çox asan. Sonra night light bölməsində nə edə bilərik? Gecə rejiminə keçə bilərik. Bizim bildiyimiz gecə rejiminə keçmək. Biraz ekranımız saralır, yəni ekranımızın belə ağ işığı azalır. Sanki insanın gözü daha da rahatlaşır, belə deyim. Sonra burada HDR yazılan bölmə var. High Dynamic Range deməkdir bu. Bunun vasitəsindən necə deyim də, bu HD rejimində falan görürsən, kimsə kiməsə şəkil göndərir, deyir HD ilə göndər. Bunun vasitəsindən daha parlaq, daha canlı görüntü almaq olar. Bu əmr vasitəsindən. Bunun haqqında beləcən deyib, daha nəsə başqa heç nə deməyə ehtiyac yoxdur. Sizə söz verirəm, narahat olmayın. Demək, brightness color başlığı bu. Sonra scale layout başlığından nə edə bilərik? Demək, burada scale əmri var ki, bu əmr vasitəsindən miqyaslarla ikonlarımızı böyüdə bilərik və yaxud da balacalaşdıra bilərik. Məsəl üçün, mən istəyirəm ki, bu ikonlarımız, bu iş masasında olan, nə bilim, bu yazılar, bir sözlə pəncərədə olan hər şey 100%-dən yox, 125%-dən biraz daha böyük ölçüdə görsənsin. Vururam, görürsünüz, daha böyük baxma olur. Və yaxud da istəyirəm elə 100%-dən görsənsin. Gəlirəm buradan bunu vuraram. Buradan məsələn 100, 500%-ə qədər nə edə bilərəm? Bunu çoxalda bilərəm. İş masasındakı obyektləri 500%-ə qədər çoxaldıb, böyüdüb beləcənə baxmaq olar. Yəni scale bölməsi miqyasla bağlı olan bir bölməmizdir. İngilis dilindən də məlum məsələdir. Sonra display resolution bölməsindən nə edə bilərik? Bu bölmədə ekran çözümlülüyü deyək, üfüqi və şaquli nöqtələrin sayı, yəni piksel ölçüsünü təyin etmək olar. Ekranın piksel ölçüsünü təyin etmək olar. Sonra display orientation bölməsindən nə edə bilərik? Ekranımızı albom və yaxud da portret formasında əks etdirə bilərik. Albom və yaxud da portret formasında əks etdirə bilərik. Biz də bunu bilirik. Word-də keçmişik. Albom forması necə olur? Ekran, yəni portret forması necə olur? Və yaxud da burada belə bir əmrlərimiz də var ki, necə albom və ya portret formasında göstərmək istəyirsən. Ondan sonra burada multiple display bölməsi var. Bu albom və ya portret formasında göstərmək çox önəmlidir. Birdən sadə deyirlər ki, ekranı albom və ya portret formasında göstərmək hardandır? Deyəcək display settings bölməsindəndir. O qədər sual cavab eləyəcək ki, bu yadında qalacaq. Yəni kaydımıza baxaq görək davam eləyirmi? Bəli, davam eləyir. Sonra multiple displays bölməsi var ki, bu funksiya necə deyim, əgər sənin kompüterinə məsələn başqa bir monitor qoşubsansa da, onların nətər işləməyini tənzimləmək üçündür. Məsələn, tam kompüterimizə proyektor qoşmuşuq. O da bir monitordur da, elə deyək. Onların necə işləyəcəyini tənzimləmək üçün bu bölmədən istifadə olunur. Multiple display. Multiple displaydə bir neçə, yəni qarışıq sanki ekran deməkdir. Narahat olmayın, başqa heç nə bilməyə ehtiyac yoxdur valla. Sonra related settings bölməsindən demək nə etmək olur? Advanced display bölməsindən daha üstün, necə deyim, ekranla bağlı, ekrana aid daha üstün məlumatları sazlamaq olar. Ekranla bağlı daha üst səviyyədə nələrsə sazlamaq advanced display bölməsindəndir. Bu bölmədən onları eləmək olar. Yəni xüsusi bir sazlama bölmələri təqdim edir ekran üçün. Sonra bu graphics bölməsi qrafika parametrləri ilə bağlı olan bir şeydir ki, kompüterdə hər hansı proqramın, belə deyim, kompüterimizin hansı video kartdan istifadə etdiyini bu bölmədən təyin edə bilərik. Graphics bölməsindən təyin etmək olar. Heç inanmıram ki, buradan elə bir, yəni bunun içindən emailini, belə bir emailini o qrafikdən və ya elə bir advanced display bölməsindən sual düşsün. Sadəcə hər halda elə belə yenə də dedim.
Bir də Related Support bölməsinin olduğunu da bilin, heç nə kifayətdir. Ən vacib bilin ki, Display Settings, Brightness, Color, Scale, Layout, Related Settings, Related Support adlı başlıqlardan, alt əmrlərdən ibarətdir. Bunun içindəkilərdən ən vacib bilin ki, ekranı albom və ya portret formasına çevirmək burdandır. Ekranın faizlərlə, necə deyim, miqyasla yaxınlaşdırıb çoxaltmaq burdandır. Bu ikisini hətta deyərdim ki, bilsəz bəsdir. Amma yenə də hər ehtimala zaten oxuyanda onsuz da biləcəksiniz ki, buradan nə eləmək olur. Bu demək Display Settings bölməsi idi, ekran parametrləri bölməsi idi. Sonra iş masamızın kontekst menüsündə burada Personalize bölməsi var ki, Personalize bölməsi yəni iş masamızın fərdi məlumatlarının hamısı Personalize bölməsində yerləşibdir. Ekranla bağlı 99% bütün əməliyyatlarımız Personalize bölməsindəndir. Əgər qəbula məsəl üçün nəsə bir sual düşsə, bu ekranla bağlı, əgər bilməsən Personalize bölməsi yazsan, 99%, hətta deyərdim 100% həmişə düzdür. Personalize bölməsindən nələrlə tanış ola bilərik? Ümumiyyətlə bu iş masamızın arxa fonunu, iş masasındakı obyektlərin ikonlarını və bu kimi əməliyyatları buradan tənzimləmək olar. Demək, buradan background bölməsindən iş masamızın arxa fonunda yerləşən arxa görünüşlü şəkil dəyişmək olar. Biz görürük ki, Windows 11 əməliyyat sistemində iş masasındakı arxa fon belə, bu formada bir şəkilimizdir. Buradan istəsən bunları dəyişə bilərsən, fərqli bir formaya sala bilərsən. Burada fərqli formalarımız mövcuddur. Məsəl üçün mən istəyirəm tutam ki, belə olsun və yaxud da keyfini istəyir məsəl üçün elə qaytaraq qoyaq həminki vəziyyətinə. Və yaxud da istəyirsənsə sən buradan özün şəxsi qaleriyandan hər hansı bir öz şəklini qoya bilərsən və yaxud da bir nə bilim maşın şəkli qoya bilərsən, nə istəyirsən qoya bilərsən. Ondan sonra bir də burada bir bölməmiz var ki, ya adi şəkil qoya bilərsən, eləcənə şəkil və yaxud da eləcənə bir rəng qoya bilərsən. Məsələn, ekranımızı göy rəng qoyaq, məsəl üçün qırmızı rəng qoyaq, belə bir rəng qoya bilərsən və yaxud da slide show rejimində qoya bilərsən. PowerPoint proqramında keçmişik ki, ekranımızdakı şəkillər məsəl üçün tam ki 10 saniyədən bir, 5 saniyədən bir avtomatik olaraq yenilənə neynəsin, getsin. Demək, background bölməsi vasitəsindən ekranla bağlı, arxa fonla bağlı şəkilləri dəyişmək olar. Bir də burada belə bir əmrimiz var. Choose a fit you, bu olan bu əmrimiz. Bu əmrimiz nə iş görür? İş masasının fon şəklini bunları tətbiq eləməklə ekrana yerləşdirmək olar. Bunlar iş masasının arxa fonunu yerləşdirmək formalarıdır ki, bunların adlarını əzbər bilmək lazımdır. İş masasının fon şəklini bu formalarda yəni yerləşdirmək olar. Fill, fit, stretch, tile, center, span formasında yerləşdirmək olar. Susmaya görə iş masasının arxa fonu fil formasında olur. Yəni şəkil bütün ekranı tutur. Bütün ekran boyunca əks olunur. Susmaya görə film formasındadır. Belə ekran boyunca əks olunur. Ondan sonra burada fit bölməsi var. Şəkil belə kənarlardan kəsilmədən, çorlanmadan ekran ölçülərinə olaraq uyğunlaşdırılır. Belə deyə bilərik. Sonra stretch bölməsi var ki, bu da təxminən hamısı demək olar ki, bir-birinə yəni ki, oxşuyur. Bu da ekranın ölçüsünə, şəkili ekranın ölçüsünə uyğunlaşdırmağa çalışmaq üçün deyə bilərik. Sonra tile bölməsi var ki, bir şəklimiz ekran boyunca çoxalır, çoxlu belə bir şəkildən bir nesnəni görə bilərik. Sonra center bölməsi var ki, şəklimizi bir dənə gətirib mərkəzə yerləşdirmək üçün istifadə olunur. Span bölməsi var ki, span bölməsindən bağlı necə bir cümləyə çevirə bilərəm. Elə ki, bir neçə monitor qoşulu olanda məndə olan fonu başqa bir monitorda da göstərmək istəyirəm. Məsəl üçün belə demək olar. Amma biz bilməliyik ki, iş masasının fonunu, iş masasının arxa fonuna yerləşdirmək formaları hansılardır? Fill, fit, stretch, tile, center, span. Susmaya görə hansı formada olur? Susmaya görə fill formasında olur. Bu qəbul sualı olubdur. Adətən dərs izah edəndə belə qəbul sualları göstərirəm. Gəlin bir dənə məsəl üçün sizə bir dənə 2021-ci ilin qəbuluna düşmüş bir dənə sual göstərmək istəyirəm. Demək, bir dəqiqə. Buraya yazaq 2021 qəbul. Buraya çıxacaqmı? Hə. Demək, belə bir sual göstərmək istəyirəm sizə ki, 2021-ci ilə məsəl üçün, indi onda Windows 10 düşür da, indi 11 olacaq. Fərqi yoxdur, bunlar ikisi eyni şeydir. İş masasının fon şəklini hansı variantlar tətbiq etməklə ekrana yerləşdirmək olmur deyir. Biz olanları bilirik axı. Biz olanları bildik ki, bunlar idi. Fill, fit, stretch, tile, center, span.
Bəs buradan onda olanları çıxıram. Senta var idimi? Bəli, var idi. Stress var idimi? Bəli, var idi. Tile var idimi? Bəli, var idi. Olmayanlar list, details, tumbalis, full screen. Cavabımız olur 2, 3, 5, 6. Hətta 2021-in ya ikinci şansında ya da 2022-ci ilin də qəbulunda onda olanları soruşur. İş masasının fon şəklini hansı variant tətbiq etməklə ekranda yerləşdirmək olar? Mən də bildim ki, onlar bu variantlardır. Bunları da qəşəngcə siz dəftərlərinizə ümid edirəm ki, artıq yazmış oldunuz. Demək, bundan danışdıq. Personalize bölməsindən danışdıq. Üzr istəyirəm, background bölməsindən danışdıq. Sonra color bölməsində nə etmək olar? Proqramın rəngini dəyişmək olar. Məsəl üçün, mənim proqramın rəngi göydür, mən istəyirəm ki, qırmızı formada olsun. Bir neçə saniyədən sonra keçəcək. Vəssalam, proqramımız qırmızı formada. Görürsüz burada, bu artıq qırmızı oldu və ekranımızda bunu görürük, qırmızı olur və ya buradan proqram rəngi deyirlər. Məsəl üçün, bir dənə elə bundan məsələni həll edə bilərik. Mən onu gətirib qaytarıb yaşıl qoyacağam. Bunun üzərinə vururuq, bir neçə saniyədən sonra dəyişəcək. Görürsüz, yaşıl oldu. Biz də qaytarıb göy qoyuruq ki, qoy elə göy rəngdə qalsın. Buradan sadəcə proqramın rəngini dəyişə bilərik. Bu colors bölməsindən. Sonra themes bölməsindən nə edə bilərik? Temalar. Bizim arxa fonumuzdan bağlı hazır temalar əlavə edə bilərik. Elə adından məlumdur, themes. Birinci bunu vurğulamaq istəyirəm ki, themes bölməsində 4 dənə vacib əmrimiz yerləşir. Backgrounddur, sounddur, colordur, mouse cursordur. Günlərin bir günündə sağ sual verəcəklər ki, themes bölməsində yerləşən əmrlərimiz hansılardır? 4 dənə əmrimiz. Deyəcəm ki, backgrounddur, sounddur, colordur, bir də mouse cursordur ki, bunlar burada yerləşir. İndi bu background əmri falan elə bayaqki əmrimizdir, danışdığımız. Sound bölməsindən səs ayarlarını tənzimləyə bilərik. Məsəl üçün bu tam səs ki təyin edirik, necə çıxsın. Yəni məsəl üçün tam ki bu formada olsun və yaxud da məsəl üçün bu formada olsun. Bilmirəm siz orada eşidirsiniz yoxsa yox. Bizə müəyyən səhv olanda müəyyən səslər çıxır, klaviatura səsləri belə deyək. Color bölməsindən proqramımızın rəngini dəyişə bilərik. Mouse kursor bölməsindən də mouse'un kursorunun necə olsun. Məsələn, mənim mouse'umun kursoru hansı formada olsun, o tipini dəyişə bilərəm. Buradan onları eləyə bilərəm. Ümid edirəm ki, qeyd elədiniz ki, themes bölməsində 4 dənə vacib əmrimiz yerləşir. Bunları qeyd elədiniz. Sonra bunlara uyğun temalarımız var. Burada temaları dəyişə bilərik. Buradan müəyyən fərqli temalarımız mövcuddur. Belə temamız, belə temamız və s. və ilə axır. Biz də qaytarıb elə həminki vəziyyətinə beləcə qoymağa çalışdıq. Ondan sonra burada desktop icon settings bölməsi var ki, buradan çox önəmli bir dənə sizə məsələni demək istəyirəm ki, həqiqətən bu çox önəmlidir. Desktop icon settings bölməsinə daxil oluruq. Demək bizimki iş masamızdakı 5 dənə vacib sistem qovluğumuz var idi. 5 dənə vacib sistem qovluğumuz hansı ki recycle bin idi, control paneli idi, user faylı idi, network idi, ZSPC idi ki, o 5 dənə vacib sistem qovluğunu biz buradan nə edə bilərik? Gizlədib göstərə bilərik. Desktop icon settings bölməsindən. Biz nəyə görə bayaq dedik ki, zibil qabı ən birinci ikonu görsənəndir. Digərlərini bu ayarlar bölməsinə daxil olub buradan aktivləşdiririk. Biz məsəl üçün iş masamızdakı bütün obyektləri ləğv eləmək istəyiriksə, heç nə. View bölməsinin show desktop icons bölməsindən vuracam, hamısı gedəcək. Təzədən bu bölmədən vuracam, bunların hamısı qayıdacaq. Amma təkcə istəyirəm ki, o 5 dənə vacib, zəruri sistem qovluqlarımız gizlənsin. Qaydımız gedirmi? Bəli, gedir. Gizlənsin. Daxil oluram həmin bölməyə, desktop icon settings bölməsinə. Hardan daxil oldum? Themes bölməsinə daxil oluram. Buradan daxil oluram desktop icon settings bölməsinə. Buradan məsəl üçün bunları tutam ki, ləğv edirəm. Bax, 4-ünü ləğv elədim. Hətta və ya zibil bir dənə kontrol paneli saxlayırıq. Qoy baxaq. Təzədən bunları yığışdırdım. Gəlirəm görürəm hamısı yığışdırılıbdır. Nəyə saxlamışdıq orada? Bir dənə zibil qabını saxlamışdıq. Onda yəqin kontrol paneli də saxlamışdıq. Amma bunlar saxlanılıbdır. Təzədən qayıdıram həmin yerə daxil olmaq üçün personalize bölməsinə daxil oluram. 5 dənə vacib sistem qovluğunu gizlədib göstərmək üçün personalize, themes, tire işarəsi çəkdiniz, themes, desktop icon settings bölməsinə daxil oluruq. Buradan bunları yığışdırıb göstərə bilərik. Təzədən qaytaram bunları qoyuram öz yerinə. İndi bəzi məsəl üçün müəyyən əmrlərimiz var ki, onları bəzən eləyirik, bir də görürsüz alınmır, nələrsə olur. Yenə deyirəm, o əməliyyat sistemimizin yenilənməsi ilə bağlı olan problemlərdir. Əsas odur ki, siz yəni ki, öyrənəsiz, sizə ən düzgününü vallahi yəni ki, narahat olmayın, ən düzgün formada deyirəm. Və bundan da əlavə demək nə etmək olar? Buradan həm onları gizlədib göstərmək olar, həm də bunların ikonunu dəyişmək olar, ikonlarını. Görürsüz, ZSPC var, user faylı var, network var, recycle bin var. Amma bir dənə nə yoxdur? Control paneli yoxdur. Biz bayaq demişdik, control panelin görünüşünü, ikonunu dəyişmək olmur.
Görürsüz ikon bölməsində olan ikonu dəyişmək olmur. Məsəl üçün mən ZSPC-nin və zibil qabının görünüşünü dəyişəcəm. İkon bölməsinə daxil oluruq. İstəsən qaleriyandan hər hansı bir zibil qabına xoşlamadığın adamın şəklini də qoya bilərsən. Daxil oluram məsəl üçün o zibil qabının görünüşünü çox getməyək gəlin buralardan musiqi kimi qoyacağam beləcənə. Ox düyməsini vururam. Buradan ox düyməsini vururam və salam. Çıxıram buradan görürsən zibil qabı musiqi formasında olubdur. Təzədən personalize bölməsinə daxil oluruq iş masamızın kontekst menyusundan. Personalize-ın Temzes bölməsinə daxil oluruq. Temzesdən desktop icon settings bölməsinə daxil oluruq. Bunun təzədən görünüşünü seçirəm, gətirib zibil qabı formasında qoyacağıq. Zibil qabımızın ikonu necə idi? Bu formada idi. Ox düyməsini vururuq, ox düyməsini vururam və salam görürəm zibil qabımızın elə görünüşü, rəngi, ruhu gəldi özünə. Bir dənə kontrol panelinin ikonu dəyişmək olmur. Onun iki dünya biri olsa da qəti formada unutmaq olmaz. Ondan sonra personalize bölməsindən başqa olaraq nələrimiz mövcuddur? Temzes bölməsindən danışdıq, lock screen bölməsindən danışacağıq. Bir iki dənə cümlələrimiz ki, lock screen bölməsi nə üçün istifadə olunur? Demək, lock screen bölməsi kilit ekranında hansı formada şəkillər gəlsin. Kilit ekranında necə deyim? Biz ki, məsəl üçün, kompüterimizi açmamışdan qabaq kilit ekranı olur ki, görürük, müəyyən şəkillərimiz var. Ona uyğun şəkillər, kilitlə bağlı ayarları buradan tənzimləmək olar. Məsəl üçün, mən bura daxil oluram, hər hansı bir şəkil qoyaram və ya slideshow rejimində qoyaram ki, şey olsun. Avtomatik olaraq kilit ekranda olsa da belə dayanmadan müəyyən şəkillər dəyişsin. Yadda saxlayırsınız ki, ekranı kildə qoymağın kombinasiyası Win-L düyməsidir. Win-L, yəni Windows düyməsi var, Win düyməsi. Demək, bir dəqiqə. Win üstə gəlinsin. L düyməsi demək ekranını kildə qoymaq üçün istifadə olunur. Yazıram kilit. Beləcə yazdım. Win L bu i deyil ha, L-dır, L. Lap da bunu belə yazırıq. L-nın ikisinə yazdıq. Həm baza L, həm ekranı kildə qoymaq üçün istifadə olunur. Demək, lock screen bölməsindən kilitlə bağlı bəzi əməliyyatları buradan təyin eləmək olar. Sonra başqa olaraq nə etmək olar? Sizə bir dənə söz deyim ki, bu ekranı ki kildə qoyuruq ki, müəyyən müddət masa toxunmuruq. Birdən ekrana qoruyucu rejim gəlir. Məsəl üçün, ekrana qoruyucu rejim qoyular. Bu bölmədən baxın. Screen Saver Settings bölməsindən ekran qoruyucusu təyin edə bilərik. Necə? Belə beyniniz çox qarışmasın. Narahat olmayın. İndi sonda ümumiləşdirəcəm bir dənə də ki, lock screen bölməsindən, kilidin ayarlar bölməsindən bağlı hər şeyi buradan eləyirik. Buradan da ekran qoruyucusu təyin etmək olar. Tutalım ki, müəyyən ekran qoruyucularımız olur. Belə 3D formasında nəsə hərəkət eləsin. İstəyirsən öz adını hərəkət eləsin, settings bölməsinə daxil olub onu dəyişə bilərsən. Və yaxud da belə bubbles, beləcənə şarlar çıxsın. Buradan da saniyə qoymuşuq. Dəqiqə qoymuşuq. Neçə dəqiqə? 1 dəqiqədən sonra daha 1 dəqiqə gözləmirəm da belə-belə şarlar çıxacaq. Və yaxud da necə olsun? Lentlər, ribbon, lentlər getsin belə ekranımızdan. Ümid edirəm ki, hamınız deyirsiniz, hə, başa düşdük. Bunları eləyə bilərik. Ondan sonra istəyirsən ki, həmişə bu əmrimiz, yəni aktiv qalsın, uzun müddət toxunmadan, yəni bu əmrimiz aktiv olsun. Onda burada belə bir rejimimiz var. On resume display logon screen əmri. Bu əmrin qəşəngcə üstünə vurursan, ox düyməsini vurursan, daha indən sonra 1 dəqiqədən bir ekranımız keçəndə ekrana belə-belə lentlər gələcəkdir. Sən bunu none da eləsən, on resume display logon screen əmri ekran qoruyucusunu həmişə saxlamaq üçün istifadə olunur. Bu səfər məsəl üçün ekranın 1 dəqiqədən sonra sönəcəkdir, amma sadəcə bir məsələ var ki, ekrana şar gəlməyəcək, nə bilim bu lent gəlməyəcək, amma ekranın öz-özünə qaralacaqdır. Amma sən bu əmri aktivləşdirməsən, görürsən burada bu 1 dəqiqə yazılmış, bu wait, gözləmə olan yer bombolan boz olur ki, heç 1 dəqiqədən sonra heç nə olmayacaqdır. Sənin ekranın həmişə beləcənə ağappaq qalacaqdır. Bu telefonumuzda da var da, 30 saniyədən bir neynəsin, keçsin. Bu əmri aktiv saxlamalısan ki, sən bunları ekran qoruyucusu təyin eləməsən də, yəni şarlar gəlsin, lentlər gəlsin. Bunu aktiv eləsəm heç nə, bu aktiv hala düşəcəkdir. Amma istəyirsən ki, məsəl üçün bunlar gəlməsin, gələk on resume display logon screen əmrini aktiv saxlayasan ki, iş masasına birbaşa qayıtmağın bu qarşısını alır. Bunun rəsmi tərifi belədir ki, iş masasına birbaşa qayıtmağın qarşısını alaraq ekran qoruyucusu təyin eləmək üçün istifadə olunur. Biz beləcənə ox düyməsini vururuq. Onunla bağlı da sizə bir dənə sual göstərə bilərəm buralardan ki, bax bir dəqiqə. Baxın, ekran qoruyucusundan çıxan zaman iş masasına birbaşa qayıtmağın qarşısını alan hansı əmrdir? Deyəcəm on resume logon screen. Yəni biz bu əmri
qoyuruq ki, biz ekran qoruyucuları qoyurduq, şarlar gəlsin, nələr gəlsin. Sən bu əmri həmişə aktiv saxlasan, ekran qoruyucun həmişə olacaq. Yəni ekran qaralacaq, amma bizim bildiyimiz şarlar kimi ekran qoruyucusu gəlməyəcək. Bu əmri yaxşı yadınıza saxlayın ki, hətta bir yerə yazın ki, on resume display logo on screen əmri iş ekran qoruyucusundan çıxan zaman iş masasına birbaşa qayıtmanın qarşısını alır. Yəni bunu aktiv saxlayırsan ki, sənin iş masandakı ekran qoruyucusu qalsın, şarlar sadəcə gəlməsin, amma ekranımız həmişə qaralsın. Ümid edirəm ki, bunu da skrinlədiniz və ya videomuzu dayandırdınız, yazdınız. Çox önəmli əmrlərdən biridir. On resume display logo on screen əmri. Demək, bu lock screen bölməsindən də bu qədər. Ondan sonra burada text input bölməsi var ki, gəlin görək bu nə işə yarayır. Text input bölməsindən Windows 11 əməliyyat sistemi üçün belə bir necə deyim, yenilik kimi deyim, necə deyim, belə bir şeydir ki, bütün yazı ilə bağlı bütün parametrləri buradan tənzimləmək olar. Text input bölməsindən, yəni kompüterdə yazını necə yazım, hansı üsulla yazacağımızı sanki idarə etmək üçün text input bölməsindən istifadə edirik. Daxil oluruq bir iki dənə cümlə buradan deyəcəm ki, məsəl üçün bura voice typing yazdıqdır ki, səs yazma funksiyasını yerinə yetirə bilərik. Səslə məsəl üçün yazmaq funksiyasını yerinə yetirə bilərik. Nə bilim emoji və yaxud da simvollar panelini aktivləşdirir, animasiyalı giflər falan çıxardır buradan. Yəni ki, belə. Buradan ekran klaviaturasından bağlı məsəl üçün nələrsə tənzimləyə bilərik. Belə bir işlər görmək olar. Sonra typing settings bölməsindən avtomatik düzəliş, nə bilim, səhvlərin düzəldilməsi, bu kimi şeyləri yəni yerinə yetirə bilərik. Bir sözlə text input bölməsi nə üçündür? Kompüterdə yazını hansı üsulla bizə yazacağımızı təqdim eləmək üçün istifadə olunur. Narahat olmayın. Bunun haqqında elə bir dənə bu cümləni bilsəz, yazı ayarlardır sanki. Yazını necə yazım? Klaviatura ilə mi yazım, emoji ilə mi yazım, səslə mi yazım? Bax belə bir işi görmək üçün istifadə olunur. Ondan sonra demək start menüdən danışanda danışacağıq. Yəni Windows əməliyyat sisteminin baş menüsü var. Taskbarda danışanda danışacağıq. Taskbarın ayarlar bölməsindən, start menünün ayarlar bölməsindən. Fonts bölməsi bayaq dediyimiz kimi şriftlər bölməsi idi ki, bayaq onu orada demişdik. Buradan hazır bizə şriftlər təqdim eləyir ki, dedik zarafat yana sən bunun hamısının adını əzbər bilməli deyilsən. Vəssalam. Personalize bölməsindən də bu qədər. Bir də burada bu DVD use bu yazılan bölməmiz nə üçündür? Bir dənə sadəcə bunu da ümumiləşdirib bir cümlə deyə bilərəm ki, elə bil ki, bizim cihazımızdan hansı məqsəd üçün istifadə etməyimizi sanki Windows 11 əməliyyat sistemindən hansı məqsədlə istifadə edirsən. Məsəl üçün buna baxmaq üçün bu bölməyə daxil ola bilərsən. Elə bir güclü bölməmiz deyil, yəni ki, narahat olmayın. Personalize bölməsindən də bu qədər azdan çoxdan danışmış olduq. Demək biz dedik ki, iş masamızın kontekst menüsündə burada nələr var idi? View var idi, sort by var idi, refresh var idi, paste var idi, paste shortcut var idi. Sonra undo, redo əmrləri var. Sonra burada new bölməsi var, display settings bölməsi var, bir də personalize bölməsi var ki, bunlar da iş masamızın kontekst menüsündə olan əmrlərimizdir. Ondan sonra sonuncu dəfə olaraq sizə sürətli formada biraz qovluğun və failin kontekst menüsündən danışmaq istəyirəm. Qovluğun və failin kontekst menüsündən buradan çox uzun danışmayacağıq, narahat olmayın. Sadəcə bir çoxu bildiyimiz şeylər olacaq. Elə danışa-danışa gedəcəyik. Failin kontekst menüsündə bunlar var, qovluğun kontekst menüsündə bunlar var. Failin kontekst menüsünü açırıq. Buradan show more options bölməsindən yəni daha çox seçimə baxmağa imkan vermək üçün belə bir pəncərə açırıq. Buradan failin kontekst menüsünə bax, bu cür belə əmrlərimiz yerləşir ki, buradan deyə gedə bilərik. Open əmri nə üçündür? Orada deyirsən ki, bəli, açmaq. Open file location nədir? Faili yerində açmaq. Yəni bu hardadır? Hansı qovluğun içərisində? Məsələn, bunun üzərinə vururam, verəcən asılır. Deyir ki, bu tam ki burdadır. Desktop qovluğun içərisində yerləşir bu failimiz. Location sözündən məsələni həll etmək olar. Ondan sonra edit nədir? Failimizi editləmək. New əmri vasitəsilə nə edə bilərik? New faili yeni pəncərədə açmaq üçün istifadə olunur. Bunun üzərinə vururam. Bu failimizi yeni bir dənə bax Word pəncərəsində nə edir? Açır. Yeni sənəd yaratmaq üçün istifadə olunmur ha. Failimizi sadəcə yeni pəncərədə açmaq üçün istifadə olunur. Yenə bu bölməyə vururam. Print əmri vasitəsilə nə edərəm? Print əmri vasitəsilə çapa verə bilərəm. Sonra favorilərə əkləyə bilərəm.
Open, bunlar mən öz kompüterimə aid olan şeydir. Boş verin. OpenViz vasitəsilə nə edə bilərəm? Faylımı nə iləsə aça bilərəm. Faylı nə ilə açmaq istəyirsən? Məsəl üçün mən deyirəm Word-la açmaq istəyirəm. Sən deyirsən Notepad-la açmaq istəyirəm. OpenViz faylımızı nə iləsə bir yerdə açmaq üçün istifadə olunur. Ondan sonra copy as path faylımızın yolunu kopyalaya bilərik. Siz bilirsiniz ki, faylın tam adı, faylın tam yolu diskdən fayla qədər slash işarəsindən ayrılmış kataloqlar aracılığından ibarətdir. Onun yolunu kopyaladım. Məsəl üçün gəlirəm burada Word-də yapışdıracağam ki, biz baxaq. Paste əmrini vururam. Bu faylımızın yolu beləymiş. Belə bir şeylə yəqin ki, siz görürsüz əməl sistemlərində. C diskində user adı başqa olduqda, nəsə uzatmıram, elə bir faylımız saxlanılır. Ondan sonra başqa olaraq buralarda nə var idi? Share əmri vasitəsilə nə edə bilərsən? Bölüşə bilərsən, göndərə bilərsən. Yəni harasa işlə göndər. Elə daha bunun başqa nəsə deməyə güclü bir ehtiyac yoxdur. Göndərmək üçün istifadə olunur. Ondan sonra burada send to bölməsi var. Bu share bölməsindən necə paylaşmaq olar? Məsələn, mail-lə paylaşmaq və ya Skype-la paylaşmaq, belə deyəcəyik Windows 11 əməliyyat sistemimizdə. Send to bölməsindən hara göndərmək istəyirsən? Məsəl üçün Bluetooth-la göndərmək istəyirəm, arxiv faylinə göndərmək istəyirəm, iş masasına qısa yolunu göndərmək istəyirəm, harasa göndərmək istəyirəm. Göndərə bilərəm. Qısa yol yaratmağın yollarından biri də bu idi ki, İş masasının kontekst menüsündə Send to bölməsindən Desktop Create Shortcut əmri vurmaqla qısa yolunu yarada bilərik. Ən azından 3 dənə qısa yolunu demişik. Kontekst menüsündən Create Shortcut, Copy eləyib Paste Shortcut eləmək, bir də buradan Send to bölməsindən Desktop Create Shortcut əmri vasitəsindən qısa yolunu yarada bilərik. Cut əmri vasitəsilə nə edə bilərəm? Kəsə bilərəm. Cutla bağlı sizə bir dənə söz deyim ki, desələr ki, obyektin solğun olmasının, boz olmasının səbəbləri hansıdır? Deyəcəm ki, ya cut olunubdur, ya da hidden əmri tətbiq olunubdur. Bax, bunu qəti formada unutmaq olmaz. Görürsüz, mən bunu kəsmişəm, sən Allah. Buna bax, bunun rəngi görsən biraz bozlaşıbdır, amma görsən bunun rəngi ruhu yerindədir. Deyəcəm, obyektin boz olmasının 2 səbəbi var. Ya cut olunubdur, onu da bura yazıram. İnşallah ki, mən yazmadıqlarımı da siz yazırsınız. Yazıram ki, obyektin boz olmasının 2 səbəbi var. Klaviaturamızı dəyişirik buradan. Yazıram. Ya cut olunub, ya da hidden əmri tətbiq olunub. Yəni gizlədilibdir. Tətbiq olunub. Ya cut olunubdur, ya da hidden əmri tətbiq olunub. Bu da səbəbi var demək istəmişdik. Belə klaviaturamızı burada dəyişməmişdik. Obyektimizi buradan heç nə kəsə bilərdik. Ondan sonra buradan kopyalaya bilərəm, shortcut'ını yarada bilərəm, silə bilərəm, adını dəyişə bilərəm, bir də faylımızın xüsusiyyətlər bölməsinə baxa bilərəm. Vəssalam, faylın kontekst menüsü barədə bu qədər, başqa heç nə daha güclü danışmağa ehtiyac yoxdur. Ondan sonra bir də var qovluğumuzun kontekst menüsü. İndi bəzi müəyyən əmrlərimiz var ki, onlar qovluğun kontekst menüsündə var, amma faylın kontekst menüsündə yoxdur. O əmrlərimiz hansılardır? O əmrlərimiz pin to quick access əmridir. Pin to quick access. Sonra include in library əmridir. Pin to start əmridir ki, bunlar bir də paste əmridir. Bax, paste əmri də var ki, bunlar qovluğun kontekst menüsündə var, amma faylın kontekst menüsündə yoxdur. Demək, pin to quick access, buradan bunu da yazırıq. Bu da çox önəmlidir. Yazırıq ki, pin to quick access. Ondan sonra pin to start. Ondan sonra include yazılmadı. In library paste. Bu əmrlərimiz yazıram ki, bunlar siz də yazırsınız, o ümid edirəm ki, bunlar qovluğun kontekst menüsündə var. Mən qısa yazıram. Qovluqda var, lakin faylda yoxdur. Beləcə yazıq. Bu əmrlərimiz qovluğun kontekst menüsündə var, amma faylın kontekst menüsündə yoxdur. Bunu da qəti formada unutmaq olmaz ki, qovluğun kontekst menüsündə olub, faylın kontekst menüsündə olmayan əmrlərimiz hansılardır? Pin to quick access, pin to start, include in library, bir də paste əmrlərimiz qovluqda var, amma faylın kontekst menüsündə yoxdur. Buradan başqa olaraq send to bölməsindən göndərə bilərəm, kəsə bilərəm, kopyalaya bilərəm, yapışdıra bilərəm, qısa yolunu yarada bilərəm, silə bilərəm, adını dəyişdirə bilərəm, bir də xüsusiyyətlər bölməsinə qovluğun kontekst menüsündən baxmaq olar.
Buradan da ki, ilk dəfə açılanda da ki, yenə eyni şeyləri eləmək olur. Aça bilərik, pinləyə bilərik Quick Access toolbara, Quick Access bölməsinə, Start menyuya pinləyə bilərik, arxiv faylinə sala bilərik zip formasına, qovluğun necə deyim, yolunu kopyalaya bilərik, xüsusiyyətlərinə baxa bilərik. Daha çox bölməyə isə buradan daxil olub baxmaq olur. Faylın da kontekst menyusunu birinci səfər açanda yenə müəyyən əməliyyatlar var ki, onları Show More Options bölməsində danışdıq. Aça bilərik, nə ilənsə aça bilərik, yerində aça bilərik, favorit qovluğunu əşləyə bilərik. Burada belə bir qovluğumuz var ki, user faylinə daxil olanda, bax burada belə bir qovluğumuz var ki, bu qovluğa gətirib əşləyə bilərik onu, yəni ora yerləşdirə bilərik. Sonra arxiv faylinə çevirə bilərik, yolunu kopyalaya bilərik, xüsusiyyətlər bölməsinə baxa bilərik. Demək, ümumi olaraq danışdıq ki, Windows əməliyyat sistemimizdə demək nədən danışdıq? İş masasının kontekst menyusundan, faylın kontekst menyusundan, qovluğun kontekst menyusundan 5 dənə zəruri sistem qovluqlarımızdan danışdıq. Nə lazımdır ki, sizə demişəm. Demədiklərimiz şeylər var ki, yadımızdan çıxan şeylər olarsa da dərsimizdə təkrar deyəcəyik onları. Bu günlük bu qədər. Nəsə yüngülvari dərsimizdə çatışmayan nələrsə olarsa da yenə üzrü sayarsınız. Ən çoxunu, daha yaxşısını yadımızdan çıxarsa da dərsimizdə mütləq ki deyəcəyik. Amma inanıram ki, siz bəyənəcəksiniz videomuzu. Daha yaxşısı ümid edəcəm ki, bu olacaq. Sağ olun, salamat qalın.